Hanımlar ve canavlar, şovun aparıcısı Murat Dadaşov. Axşamınız olsun hanımlar ve canavlar, hörmətli televiziya izləyiciləri, hörmətli dostlar, xoş gördük hər birinizi. Əziz dostlar, bugün təsadüfi bir hadisə deyil, təsadüfi bir tarix deyil. Bu böyük bir tarixdir. Hər bir Azərbaycanlı üçün əziz olan bir tarixdir. Bizim xalqımızın mərdliyi, cəsarəti, ümumiyyətlə əqidəsinin bir bayramıdır. 28 may bayramı, 28 may tarixi bizim şanlı tariximizdə bir şanlı bir hadisədir, şanlı böyük bir gündür. Əziz dostlar, mən tarixdən elə belə demədim. Bugün 28 may tarixində ilk dəfə olaraq tariximizdə biz maşın reality şousunun növbəti sürətini başlayırıq. Hamınızı maşında xoş gördük, bayramınız mübarək olsun dostlar. Maşının da öz tarixi var əlbəttə. Maşın 2005-ci ildən səhv etmirəmsə canlı yayımlardadır və maşın 2005-ci ildə bu artıq 12 ildir. 12 ildir, elə mi? 12 ildir biz 12 ildir Azərbaycan tamaşaçısı öz diqqəti ilə, öz ürəyi istisi ilə, öz marağı ilə bizi Azərbaycanın bir nömrəli teleshousu etdi. Təşəkkürlər. Azərbaycan tamaşaçılarına minnətdarıq. Əziz dostlar, düz 11 il öncə isə ilk ulduz maşınımız, ulduzlu iştirakçılarla olan avtomobil sona çatdı bu şou və o da elə səhv etməyəcəm, tam dəqiqliyə söyləyirəm ki, 28 may tarixində təsadüf etdi. 28 may tarixində biz maşın reality şousunun final gecəsini keçirdik. Respublika günümüzə həsr olunmuş 11 il öncə o maşının, ulduzlu maşının qalibi aktyorumuz, dostumuz Rafael İskəndarov oldu, yadınızdadırsa. Həmin maşın, həmin final günü biz bir layihəni həyata keçirdik. Düz 11 il bundan öncə bir tarixi yanınıza salmaq istəyirəm. Əziz dostlar, beləliklə diqqət monitorlara, ona görə ki, bax bu ekranlarda siz bugündən əlaqəli bir böyük, hətta maşın tarixində çox əhəmiyyətli bir layihəni keçirdi. İlk dəfə olaraq, onu da biz ilk dəfə elədik. Gəlin, baxaq. Bir mahnını oxumaq istərdim. Bu mahnının yaranması, ideyası belə bir formatda yazılması bir neçə il bundan qabaq hələ səslənmişdi. Bu ideyanı müəllifi Anar Məmmədxanov idi. Dedi ki, bu ideyanı həyata keçirək. Əfsuslar o zaman biz bunu həyata keçirə bilmədik. Hem Group Production tərəfdən bu alındı. Azərbaycan show biznesinin ulduzları, Azərbaycan Respublikasının dövlət himnini ifa edirlər. Kan dökmeye cümle kadiriz. Üç renkli bayrağınla mesut yaşa. Üç renkli bayrağınla mesut yaşa. Bizlerle can kurban oldu, Sinen Erdem meydan oldu. Hürgubundan keçen asker. Sen olmazsan
Bax belə bir qürurla, sevinclə, sevgi ilə vətənimizə, bax belə bir balaca olsa da amma çox maraqlı bir hədiyyə etdi öz tərəfimizdən. Əziz dostlar, bugün isə yenə də biz bərabərik, yenə də bu günü bərabər yaşayırıq və bir daha bugün açılış günümüzə təşrif buyurmuş dəyərli dostlarımızın hər birinə ayrı-ayrılıqla təşəkkürümü bildirirəm. Çox sağ olun ki, gəldiniz. Biz sizinlə 14-cü maşına start verəliyik. Bu maşının adı, bu sürətin adı qarşı durma. Əziz dostlar, düz 2 il biz maşın intizarında yaşamışıq. 2015-ci ildə səhv etmirəmsə sonuncu dəfə canlı yayımdaydıq maşın formatında, maşın layihəsi ilə. Amma bugün biz yenə də bu yuxusuz gecələr dəvət edirik sizi. Əminəm ki, bütün Azərbaycanın və Azərbaycandan kənarda yaşayan həmvətənlərimizin diqqəti bizdədir. Çox sağ olsunlar. Fürsətdən istifadə edib ATV telekanalına minnətdarımı bildirirəm. Çox sağ olun. ATV bizimlə hər zaman birlikdədir və həqiqətən də ən baxılan, baxdıqca baxılan və kanalda çox baxılan bir layihə bərabərik. Əziz dostlar, ilk dəfə olaraq fərqli yanaşdıq maşına, iştirakçılara və maşının adı qarşıdurma olduqda elə sirri də içindədir. Qarşıdurma adətən qüvvələrin, güclərin, insanların, ümumiyyətlə də yəni kiminsə qarşı durması deməkdir. Əksinə çıxmağı deməkdir. Biz də belə fikirləşdik, biz də qərarlaşdıq ki, təkliflər çox idi, açıq deyim. Sosial şəbəkələrdə və digərlərdə bizə nə bilim 100 minlərlə təkliflər, istəklər yazdılar, amma biz belə etdik. Biz 9 nəfəri, 18 nəfərdə, mövcud maşın ətrafında biz 18 nəfər dayanır. 9'unu, düz yarısını təcrübəli artıq maşın təcrübəsindən keçmişlərdən seçdik. Amma qalib gəlməmişlər ha. Onlar maşında qalib gəlməmişlər. 9'u isə, digər 9'u isə ilk dəfə maşın ətrafında əlini maşında qoyan insanlar olacaq. Beləliklə, ilk cütlüyü sizə elan edəcəm. Say etibarilə bu cütlüyün sayı 9 olacaq. İlk cütlük qarşınıza gəlir, çox intizarda saxlamayın. Və ilk cütlük sizə qarşı durmanın tarixini imza atır. Beləliklə, diqqət ekranlara. Mən Aksana öz dünya görüşümə, savadıma və gözəlliyimə güvənirəm. Mən Cavad, həyat təcrübəmə, səmimiyyətimə, iddialarıma güvənirəm. Təzə iştirakçılara özümə rəqib bilmirəm. Bu ağlar da. Elə turbulan tikələr ki, heç bilməzlər. Səni tər bastı. Bilsinlər ki, Cavad Rəcəbov hələ onlar doğulmamışdan qabaq tanıyırlar. Mən otururam, cəzam ki, aha, filan kəs varsa, mən filan kəsin qrupunda olmalıyam. Gərək hərin də ola, zorun da ola. Özümü zəif məxluq kimi aparmayacağam. Görmüşəm də bundan qabaq ki, verişlərdə. Söz verib aldatmalar da olur. Olmayan şeyi, sən necə bunu deyə bilərsən ki, bu olmayıb halbuki. Neyinəyəcəyim ki? Orada sübut eləmək bir şey yoxdur. Arxadan zərbə olanda o yerdə mən varam. Bu mənnidir. Bizim aramızda hardasa yerlilik söhbəti ola bilər. Mən bütün cənubu qaldıracağım ayağa. Kirməli kol deyil. Axıracan ona güvənmək yoxdur. Yox. Olmur axı belə. İstəməsəm də mən gərə cavab verim. Əsəblərimə toxunmağa başlayır. Mən şoka düşdüm. Deməli, maşın mənimdir. Beləliklə dostlar, qarşı durmanın ilk cütlüyü aktrisa Aksana Rəsulova və musiqi ifaçısı Cavad Rəcəbov. Alqışlarınızla Aksana Rəsulova, Cavad Rəcəbov. Mən sadəcə bir şey başa düşürəm Aksana. Orada müsahibədə dediyiniz nədir bir-birinizə qarşı? İndi bu mehribançılıq nə deməkdir? İlk gündə belədir adətən. Əslində mən demişdim ki, yeni iştirakçılarla mənim rəqabətim olmayacaq. Mənim elə rəqabətim köhnə iştirakçılarla olacaq. Nələrdən? Onda Cavad, siz hətta 1-2 həftə belə rahat davrana bilərsiniz burada, yox? Belə düşünürəm. Əlbəttə ki, dünyanın bəzək xanımlardır da. Bunlarla rəqabət aparmaq qeyri-mümkündür. Pambıqla kəsirlər adamın başını. Buradan maşını, əli kəsirlər maşından. Uğurlar arzulayım sizə hər ikinizə. Təşəkkür edirəm. Cavad Rəcəbov və Aksana Rəsulova.
Çox şairlər gəzirdi. Kimlər olacaq? Buyurun. Rahat ilk qarşı durmanın tərəfdarlığını bildik. Mən xatırladıram ki, maşının ümumiyyətlə ərsəyə gəlməsi Azərbaycan televiziyasında çox mürəkkəb və çox açıq deyim, bahalı bir layihədir. Və mən bu layihənin ərsəyə gəlməsində əlbəttə bizim dostlarımızın dəstəyi olmadan həyata keçirmək çox çətin idi. Amma sevinirəm ki, dostlarımızla biz iş münasibətləri qurduqda hətta maraqlı və sizə hörmətli tamaşaçılar çox maraqlı və faydalı xəbərlər gətiririk. Mən ilk sponsorumuz olan, bizim layihəmizə ilk dəstək verən şirkət bizim dostlarımız və Azərbaycanda həqiqətən də inanılmaz bir layihəni həyata keçirən Pilot Rezidensə dərin təşəkkürlər bildirirəm. Pilot Rezidens həqiqətən də çox ekskluziv, elit mənzillərdir, premium sinifli mənzillərdir və mən Pilot Rezidens şirkətinin rəsmiləri buradadır. Mən Aysel xanım, xoş gördük sizi, necəsiniz? Sağ olun, siz yaxşı olun. Bayramınız mübarək olsun və mən ürəkdən sizi burada salamlayıram. Pilot Rezidensə dərin təşəkkürümü bildirirəm. Çox sağ olsunlar. Həqiqətən də mən həm iş münasibətləri qeyd etdim ki, həm iş münasibətləri bağlı, həm də sizin layihəniz haqqında məlumat aldım. Yəni belə deyim də, bəlkə də bu şok məlumat idi. Mənzil sektoru, yəni mənzil satışı sektorunda bu həqiqətən də şok bir məlumat idi. Xoş gördük və buyurun, özünüzü təqdim edin və işinizi təqdim edin əsasən. Pilot Residence adından əvvəla hamını salamlayırıq. Maşın şounun yeni qarşı durmasında bütün iştirakçılara uğurlar arzu edirik. Biz də 18 gün ərzində tam dəstəyimizlə Bizimləsiz. Bilirəm, həyecanlısınız. Amma məsələ ondadır ki, mən bilirsiniz, Pilot Rezidensilə bərabər, əlbəttə bu adla bərabər, bunun arxasında dayanan bir maraqlı təkliflər var. Mən bütün bu şou ərzində bizim tamaşaçılar da, hamımız da, alıcılar da ilk növbədə bu təkliflərdən faydalanacaqlar. Bu Bakının ən gözəl yerində, ən qədim nöqtələrində, Bakının ürəyində. Ürəyində, həqiqətən də belədir. Baxdıkən indi bütün şəhər cəmaatı Baksovet dediyi bir yerdir, amma indi içəri şəhər metrosu stansiyasının ətrafında, yəni şəhəri düz göbəyi, belə deyək də, orada unikal bir layihəyə başlayıb. Mən artıq keçirəm oradan. Ünvan necə gedir? Ünvan Bakının birinci küçəsi olan Nizami küçəsi 4. Yəni bu əslində Nizami küçəsi bildiyimiz Nizami küçəsidir və həmin Nizami küçəsinin başlanğıcında, Bəli, başlanğıc axı yuxarıda inşa edilməkdədir. 12 mərtəbəli və 5 blokdan ibarət olacaq və ən önəmli bir məsələ də ondadır ki, bu bina klassik üslubda olacaq. Yəni Bakının bütün digər görkəmli tarixi binaları kimi. Tamaşaçılar fərqli olaraq mən biraz layihə haqqında xəbərim var. Şəkillər baxın, çox unikaldır, oradan unikal bir layihədir. 12 mərtəbə şəhər üçün yaxşı bir, yəni çox hündür deyil, çox əladır və mən bu layihə haqqında ətraflı məlumat verəcəm. Əziz dostlar, yaxın olun. Bu dəqiqədə belə Pilot Rezidens yazsaz, müxtəlif yəni sosial şəbəkələrdə, internetdə yazsaq, əlbəttə sayt da var. Ətraflı məlumat alın. Vaxt itirməyin. Xəbərlər gələcək. Pilot Rezidens unikal bir layihədir. Minnətdarıq sizə. Çox sağ olun Əziz xanım. Təşəkkürlər. Bayramınız mübarək olsun. Sağ olun. Dostlar, mən növbəti cütlüklə tanış olmaq vaxtıdır. Növbəti qarşı durmanın qəhrəmanları kimlərdir? Gəlin diqqətlə baxaq. Mən Aqil, savadıma, həyat təcrübəmə və sadəliyimə güvənirəm. Mən Azər, ədalətli davranışıma, sözü üzü deməyə və fiziki gücümə güvənirəm. Biri pantera kimi yavaş-yavaş birdən tullanır, biri nə bilim şir kimi tullanır meydana. Bir əyri sözüzü mən onun üçün söylü verir. Bunlar hamısı olacaq təbii ki. Burada hamı yırtıcıdır. Sudan quru çıxmaq bacarıram. Lazımdırsa, kimin cavabı yerində necə lazımsa ediləcək, kimlə necə mübarizə olmağın qaydasını mən onlara göstərəcəm. Əsas odur ki, yəni köhnə bir qoca insan kimi yanaşmasınlar, qalanları qəbuldur. Məndən heç kim istifadə edilməz. Şou çox xatalı şoudur əslində. Kişilərlə daha yaxşı mübarizə apararam. Burada kişi-qadın bölümü çox yanlış bir bölümdür. Problem biz nədir? Oradakiların sinirlərə toxunub əsəbdən çıxartmağı. Elə ən xatalı oyuncular qadınlardır. Yazıqlıqla, qadınlıqla, göz yaşı ilə burada işlər olacaq, burada oyunlar olacaq. Mən maşını gəlirəm aparmağa.
Burada neler olacak, neler dostlar, neler göreceksiniz. Agil Emguliyev alkışlarınızla. Tanınmış kino rejissor, tanınmış ümumiyyətlə rejissor ve bizim dostumuz Agil Emguliyev artık Maşın Reality Show'sunda iştirak edip. 3 dəfə. 3 dəfə. Agil, mən bilirəm ki, bugün əlamətdar bir hadisədir. Həm sənin üçün, həm bizim üçün. Respublika günümüzdür. Orada bir kadrlar gitti. Agil onda lap arıq idi. Neçə il? 11 il bundan qabaq. Ama Agil'in bugün xüsusi bir günüdür həyatında. Dostlar, mən də bir xəbər verəcəm, şoka düşəcəksiniz. Agil'in övladı, Sima kızı, bugün ad gününü qeyd edir. Əziz dostlar, indi yaşlı diyeceğim, lap şoka düşəcəksiniz. Sima, sənin 25 illik yubileyi təbrik edirəm. 25 yaşı olur kızının, maşallah. Maşallah, 25 yaş bu cavan oğlanın. 25 yaşlı bir övladını ürəkdən təbrik edirik. Bütün burada yerləşənlər, dayananlar və gələnlər. Sima, ürəkdən təbrik edirik sizi. Əziz dostlar, əziz dostlar, 25 yaşlı övladın atası, amma yenə də gümrah, gözəl, güclü, rəqabətə dözümlü, qarşı durmaya gəlib, xoş gəlib və qarşınıza hörmətli canavar, gənc canavarlar, güclər çıxıb qarşınıza. Gəlin baxaq kimdir? Azər gəlir qarşınıza dostlar. ATV telekanalında yoxlama verilişinin əsas qəhrəmanı Azər sizsiniz, mənə elə gəlir, əzim. Mənə elə gəlir ki, əsas müxtəlif yerlərdə olub, müxtəlif məkanlarda olub. Hər dəfə, hər kəs bu insan haqqında deyir ki, o niyə deyəcək falan bilməyəm. Amma bütün bunların ətrafında məhz Azərin peşəkar jurnalist olduğu dayanır. Azər, xoş gördük. Qarşıdurmaya hazırsınız yoxsa yox? Əlbəttə ki, varam. Dəstəklə gəlsə əgər, yaxşı olar dəstəklə gəlsə. Buradakıların hər birini salamlayıram və bütün Azərbaycan xalqını bu bayram münasibətilə həm Ramazan, həm 28 may münasibətilə təbrik edirəm. Uğurlar olsun. Dostlar, buyurun. Yolumuz açıq olsun. Mən əminəm ki, bir neçə gündən sonra müxtəlif anlar yaşayacağıq. Bugün hamı mehribandır, hamı birbirini sevir. Və mən fürsətdən istifadə edib burada bizimlə bərabər olan bir şəxsi də qeyd etmək istəyirəm. Daha doğrusu iki şəxsi bir neçə gün bundan öncə qardaş Gürcüstan Respublikası öz müstəqillik gününü qeyd etdi və bizimlə bərabər bu studiyada mənim çox əziz bir dostum və çox sevdiyim, çox istədiyim bir insan David Emedeshvili alqışlarınızla, həyat yoldaşıyla, Gözəl Anna xanımla. Давид, я сказал о том, что несколько дней назад Грузия, братская Грузия, отмечала День независимости. Я от всей души поздравляю и, пользуясь случаем, нас смотрят, я знаю, в Грузии, наша диаспора, нас смотрят везде, благодаря вещанию телеканала ТВ. Поздравляем братскую Грузию, всех грузин поздравляем с праздником. Спасибо вам большое. Спасибо вам большое. И я счастлив присутствовать на твоем шоу. И я счастлив присутствовать на шоу, который, может быть, мы сделаем и в Грузии тоже. Потому что у нас где-то уже 20 лет есть опыта делать иностранные форматы в Грузии. Это X-Factor, это Dancing with the Stars, это Voice. Мы с тобой участвовали, когда делалось Voice of Azerbaijan. А почему бы не сделать азербайджанский формат, который придумал и сделал, и сотворил этот талантливый человек, мой большой друг Мурат Дадашев. Спасибо большое. Спасибо, Давид. Анночка, спасибо огромное за то, что вы с нами вместе. Bu bir daha fürsətten istifadə edib, bütün Gürcüstanda yaşayan bizim Azərbaycanlılar da buradan ateşli salamlar söyləyirik. Dostlar, спасибо большое за то, что вы с nami. Bu müddət ərzində bilirsiniz də, yəni Maşın Reality Show'sunun əsas hissiyyəti falan bu gərginlikdir. Gərginliyi təmin etmək süni lazım deyil. Özümüzdə var, yəni içimizdən gələcək bu gərginlik, hərarət falan. Amma bu müddət ərzində biz partnyorlarımız sırasında bir içki ilə də tanış olduq ki, bu həqiqətən də maşının tam buradakı o gərginliyini qoruyub saxlayacaq. Əziz dostlar, mən Can Bey ürəkdən alqışlayıram və yanında xanım gəlib xoş gördük. Can Çakmakçı, bu artıq Bakıda hər yerdə görürsünüz. Karabağ Enerji Drinki, enerji içkisi və Karabağ'ın brand menajeridir. Can Bey, xoş gördük sizi.
Artıq görürəm ki, maşallah beynəlxalqlaşır bizim layihə. Xoş gördük, necəsiz? Hoş bulduk, sağ olun. İyiyiz. Karabağ hər yerdə var. Hara gedirik, şəhəri hər yerdə var. Bu Karabağ nə olan şeydir? Bir danışın görün bizə. Biz Karabağ Enerji İçeceği olarak burada olmaktan çok mutluyuz öncelikle gerçekten. Sizinle olan dostluğumuzu böyle bir güzel bir sebeple bir araya getirdiğimiz için de çok mutluyuz. Karabağ olarak biz güç vaat ediyoruz insanlara. Hem içeceğimizin içindeki enerji veren, bütün sizin gündelik ihtiyaçlarınızı karşılayan, yorgunluğunuzu karşılayan içeriklerin dışında B6 ve B12 vitamini gibi insan vücudunun ihtiyacı olan 8 vitaminin, vacip olan 8 vitaminin ikisini içeren bir enerji içeceğiz. Ve bu gücümüzü de buradaki yarışmada da paylaşmak için ve bütün yarışmacılara da bu gücümüzü yansıtmak için buradayız. Can Bey, teşekkür ederim əlbəttə, çox sağ olun. Amma bilirsiniz ya, yani bizim şovumuzun əsas məsələsi elə iradə, dözümlük deməkdir. Elə bir şey ola bilər mi ki, yani içkiden içtiler bizim iştirakçılar ve dayanmadan ne bileyim 10 gece dayandılar, olur mu? Muhakkak, ben diyeyim size uzayacak yarışmanız. Niye de yok. Can Bey, ben biliyorum ki Karabağ indi həqiqətən də bizim gənclər və digərləri çox sevirlər. Mən bir başa düşürəm ki, burada siz tək hədiyələrlə gəldiniz, hə? Biz güzel bir sürpriz yaptık herkese. Bugün yanımıza tüm konuklarımıza Karabağ getirdik yanımızda. Soğuk soğuk gecenin bu vaktinde. Bugün hamı Karabağ uçacaq. Teşekkür ederim. Azərbaycanın Maşın Reality Şovusunun qonaqları üçün Karabağdan xüsusi təşəkkürlər və xüsusi bir hədiyyə hər kəs üçün Karabağ. Mən də Karabağ payımı verin. Teşekkür edirik. Çox sağ olun dostlar. Əziz dostlar, xatırladıram ki, Maşın Reality Şovusunun tarixində bir Karabağ üçün. Teşekkürler. Enerji geldi. Əziz dostlar, Maşın Reality Şovusu tarixi ərzində əlbəttə müxtəlif insanlar var idi ki, onların iştiraki hər zaman yadda qaldı. Məsəl üçün, mən çox sevdiyim bir xanım var, çox hörmət bəslədiyim bir aktrisamız var və mənim üçün çox əziz bir dost var. Düzdür, tez-tez görüşməsəydi belə, amma Maşın Reality Şovusunda onun iştirakini mən hər zaman xatırlayıram. Mən də, bizim əməkdaşlar da, bizim redaktorlar da, prodüserlər də o xanımın gəlişini çox gözlürdü və bugün yenə də bizimlə birlikdədir. Mənim çox hörmət bəslədiyim Vəfa Zeynalova bizimlə bərabərdir. Vəfa, salam, xoş gördük, əzizim. Şadım səni görüm, əzizim. Və mən xatırladıram ki, Vəfa Zeynalova vaxtı ikən Maşın Reality Şovusunda elə bir unikal bir, nə bilim, oyun göstərdi ki, bu heç vaxt yaddan çıxmaz. İnşallah ki bu dəfədəki iştirakçılar da unikal oyun göstərəcəklər, özlərini təqdim eləyəcəklər. Uğurlar arzulamaq istəyirəm bütün dostlarıma, başda sənə Murad olmaqla. Çünki çox maraqlı bir şoudur. Mən əminəm ki, bütün Azərbaycan, nəinki Azərbaycan, bütün dünyanı yenə ekran qarşısına Murad yığacaq. Teşekkürler. Şouda. Maşın 14. Surat'ın qonaqları da var bizimle. İlhami buradadır, alqışlayaq dostlar. Bizim tanınmış Apacunay buradadır. Xoş gördük əzizim. Xərcə buradadır. Xoş gördük dostlar. Salam, xoş gördük. Siz necəsiz? Nə var deyək qızlar, necəsiz? Möhtəşəm. Bilirəm ki, yenə də tamaşaçıları ekran başına kilitləyəcəksiniz. Yenə də əyləncə, yenə də həyəcan, uğurlar arzulayıram sizə. Konkret bax 2 nəfər adam, 4 nəfər artıq bilindi. Onlardan kiməsə konkret azarkeş edirsən yoxsa yox? Olar, Azərə. Azərə, hə, əlbəttə, həmkarlıq. Deyim, çünki mənlə hər bir insan güclüdür. Hamı pul istəyir, maşın istəyir, ev istəyir. Əsas fizioloji gücdür. Bəli, bax bu fizioloji güc haqqında biz elə deyirdik burada. Fizioloji güc çox vacib olacaq. Xəcə, xoş gördük əzizim. Mən nə qədər çalışıram istəyirəm, çox istəyirəm ki, Xəcə bir gün görək maşın iştirakçılar sırasında. Amma hər zaman efirdə olduğum üçün, amma ürəyim buradadır. Mən də əlbəttə ki, Aksanaya tərəf olacağım. Mən yaxşı gəldim buraya. Hamı bölüşüb artıq azarkeşlərdə. Təşəkkürlər dostlar. Minnətdarıq. Gəlin o zaman növbəti cütlük və növbəti qarşıdurmanın tərəflərini tanıyaq. Diqqət ekranlara. Mən Tolik sərbəstliyimə, qətiyyətimə və peşəkarlığıma güvənirəm. Mən təranə, iddialarıma, iradəmə, gücümə güvənirəm. Hər bir müğəndinin ən azından bir dəfə də olsa həyatından mən gəlib keçirəm, yəni Tolik abi gəlib keçir. Allah qorusun. Burada tanışlıq bürosu deyil. Burada nə əmi,
nə dayı, nə bibi oğlu sənə kömək olmayacaq. Mən özümü sübut eləmişəm. Mən 2 dəfə bu maşın şouda olmuşam, mən hazırlıqlıyam. Qoy təzə gələnlər hazırlaşsınlar. Mən onların hamısını düşünərək gəlmişəm, hazıram. O insan ilk dəfədir belə çox baxımlı bir kütləyə tuş gəlir və orada özünü necə aparacağını bilmirəm. Təcrübəm olmayan bir işdən yapışmaram. Köynələrdə biraz status məsələsi var. Köynə o deməkdir ki, professional deməkdir. Təzə o deməkdir ki, baxıb öyrənməlidir. Maşın mənim olacaq. Qapılmayın belə xəyallara. Maşın tək mənimdir. Tək əldən səs çıxmaz misalı var. O tək əllə maşının elə ilk 1-2 ya da 3-cü günə gedəcək. Ömür boyu mənə torba tikiblər, amma özləri düşüblər hər zaman. Ətəklərində namaz qılmaq qeyri-mümkündür bu iştirakçıların. Əgər mən bunu istəməsəm, heç kim məndən istifadə edə bilməz. Yemək yeyən otaqda and içib gəlib kamera arxasında işirə dönmək istəmərəm. Özümü çox bəyənirəm. Hər bir iştirakçıya deyəcək sözüm var. Mən belə deyim, bax deyim ki, bəlkə də ən iti sözlər eşidildiyinə qədər bu unikal bir andır, unikal bir fürsətdir ki, yarandı və bu iki tərəf ən gözlənilən iştirakçılardan biridir. Dostlar, bu şouda mən öz adıyla dəvət etdiyim və öz adıyla səsləndiyim Tarix Əliyev. Alqışlarınızla. Tarix, xoş gördük səni əzizim və mən neçə maşın iştirakçısı olmusan? 2 maşın, bu da inşallah 3-cü maşın. Bu 3-cü də o deməkdir ki, təcrübən vur 3-ə. Bu ən qalmaqallı iştirakçılardan biri. Ümumiyyətlə, həyatda da tarixin ətrafında qalmaqal yatmır, dayanmır, susmur. Nədən? Bilmirəm, bəlkə həm də bu mənim şansıma düşüb ki, həm tamaşaçılara maraqlı olmuşam, həm də show biznesdə başqaları kimi qabağımdan yeməmişəm. Demişəm, ona görə də qalmaqalla iştirakçıyam. Tarix, mən ümumiyyətlə fikirləşirəm ki, çox maraqlı bir şeydir. Mən tarixlə həyatda tanışam, dostam, amma showda da mən bilirəm ki, tarix yeni sima olaraq açıldı Azərbaycan tamaşaçılarına. Mən bilirəm ki, sənin özünü burada tanıyanlar oldu. Yəni, sənin haqqında bir fikirdə olan, sonra da tamamilə fikrini, yəni müsbət tərəfə dəyişən insanlar oldu. Hiss elədin bunu, yoxsa yox? Əslində, M-Group Production və sizin böyük bir dəstəyiniz oldu mənə. Çünki hamı deyirdi ki, Tolik'ın adı niyə Tolik'dir, amma siz mənə Tarix Əliyev kimi sevdirdiniz və 3-cü dəfədir burada iştirak edirəm. Deməli, mən şanslıyam ki, ən azından tamaşaçıların və sizin marağınıza tuş gəlmişəm və çalışacağım ki, bu dəfə də maraqlı qarşıdurmada iştirak edeyim. Sonuncu dəqiqələrdir. Tarix Əliyev, Tolik, bax belə nə bilim, mülayim, rəsmi danışır. İndi maşın başlasın, görün nə olacaq. Əziz dostlar, şouda heç çox iştirak etməyən və açıqsa deyim, mən bu şəxslə bəlkə də bir neçə dəfə həyatda üzləşmişəm, amma əminəm ki, çox maraqlı bir şəxsi dəvət etdi. Çox maraqlı bir iştirakçı olacaq. Təranə Qumral alqışlarınızla. Təranə, xoş gördük sizi. Xoş gördük, təşəkkür edirəm. Məni də dəvət elədiyiniz üçün. Çox sağ olun, yaxşıyam. Mən bildiyimə görə orada yəni siz müsahibədə dediniz, heç kimdən çəkinmirsiniz. Heç vaxt heç kimdən çəkinməmişəm. Mən sadəcə heç vaxt bunu deməzdim. Mən bunu demək istəyirəm sizə, biləsiniz. Məndə olan məlumata görə şoudan ilk kənarlaşdırmaq istədiyi digər iştirakçıların şəxs sizsiniz. Yəni sizi kənarlaşdırmaq istəyirlər. Bilirsiniz onu, işimiz bu arada. Bilmirəm, amma qismət. İndi kənarlaşdırmaq istəyirlərsə, kənarlaşdıra bilərlər. Çünki onların əlindədir. Amma mən inanıram ki, məni kənarlaşdırmayacaqlar. Bəli. Təranə xanım, bu şouda çox şey görəcəyik. Bir neçə saniyədən sonra reklamlara ayrılaq, ondan sonra dərhala gələk və biz hamımız biləcəyik ki, Təranə Qumralın burada iştirakını istəməyin şəxslər, qüvvələr kimlərdir? Məndə olan məlumata görə artıq qruplaşmalar başlayıb və siz əsas qrupdan kənardasınız. Dəvət eləməyiblər ki, sizi? Yox, mən heç bir qrupda deyiləm, amma Tolik'lə gəldiyimə görə qrupun başçısı Tolik'dir yəqin. Tolik mənim şəklimi atmayacaq. Yaxşı, gəlin baxaq görək nə olacaq. Əziz dostlar, Təranə Qumral və Tarix Əliyev şoumuzun növbəti iştirakçıları. Reklamlara ayrılaq, dərhal sonra qayıdaq. Bizə çox çəkməyəcək, narahat olmayın.
Əziz dostlar, hörmətli xanımlar, cənablar, biz bugün bərabərik. Bizim dostlarımızla bərabərik. Mən xatırladıram ki, bütün bu müddət ərzində şoumuzun informasiya dəstəyi APA İnformasiya Agentliyinə məxsusdur. APAçıları mən burada salamlayıram. Xoş gördük qızlar. Və mən təşəkkür edirəm APA İnformasiya Agentliyinə. Davamlı dostlarımız bizimlə bərabərdir. Ən maraqlı məlumatları orada əldə edə bilərsiniz və çox sağ olun, minnətdarıq sizə. Çox sağ olun. Dostlar, mən yaxınlaşacağım. Mən bir məhsul haqqında xüsusi vurğulamaq istəyirəm. Uzun illərdir ki, bizimlə bərabər çalışan Azərbaycanın istehsalçılar sektorunun lideri və ümumiyyətlə Azərbaycanın istehsalçılar sırasında doğrudan da fəxr duyduğumuz bir qurum var, bizim dostlarımız var. Mətanət A şirkəti var ki, artıq adını doğruldub, adıyla tanınır. Azərbaycanın hər bir yerində, Azərbaycanın kənarında da artıq bu adı eşidən, bu brendlə bağlı olan nə varsa keyfiyyət göstəricisidir, arxayınçılıq göstəricisidir və həqiqətən də böyük bir məsuliyyətdən doğan məhsullar var. Dostlar, mən xatırladıram ki, Mətanət A şirkəti ilə bərabər biz davamlı çalışırıq. Hər zaman bizimlə bərabərlər və Tural müəllim artıq, belə deyim də, məni qədər də televiziyada tanınmış bir simadır. Tural bəy, bugün Mətanət A şirkəti çox maraqlı bir məhsulla gəlib və bu məhsul haqqında siz ətraflı məlumat alacaqsınız. Bu Blokban natural gips əsaslı məhsullardır. Xoş gördük, bayramınız mübarək olsun, mən çox danışdım deyəsən. Axşamınız xeyir olsun, hörmətli xanımlar və cənablar. İlk öncə icazə verin, təmsil etdiyim şirkət adından Azərbaycan xalqını təbrik edək 28 may bayramı münasibətilə. Eyni zamanda bildiyimiz kimi mübarək Ramazan ayındayıq. İnşallah hər kəsin oruc duaları qəbul olsun. Təbii ki, Murad bəy, sizi də təbrik edirik. Çünki Azərbaycanda təkrarı olunmayan bir şounun məhz müəllifi sizsiniz. Əgər təkrarı olsa, onun da müəllifi siz olacaqsınız. Biz belə başa düşürük. O ki, qaldı bizim məhsulumuza. Təmsil etdiyim Blokban məhsulu Azərbaycanda inşaat materialları sahəsində bir innovativ məhsuldur. Natural gips əsaslı bir məhsul olan Blokban daxili ara kəsmələrin hörgüsündə istifadə olunur. Tam əminliklə deyə bilərik ki, bu innovativ bir məhsuldur və unikal bir məhsuldur. Çünki 4 işi bir məhsulla əvəz etmək şansı verir sizə. Mən belə başa düşürəm ki, bu həqiqətən də sizin şirkətimizin bir qürur duyduğu və fəxr etdiyi və qabaqcıl məhsullarından biri olacaq. Blokbana və ümumiyyətlə Mətanət şirkətinə dərin təşəkkürlər bildiririk. Bu şou ərzində bu məhsulla bağlı ətraflı məlumat alacaqsınız. Tural bəy, minnətdarıq sizə. Çox sağ olun iştirakınıza görə, dəstəyinizə görə. Minnətdarıq, uğurlar olsun. Bütün Mətanət A komandasını bayram münasibəti ilə təbrik edirik. Uğurlar olsun, minnətdaram. Əziz dostlar, xatırladıram ki, şoumuzda qarşıdurmadır əsas səbəb və bu səbəbi təmin edən iştirakçılardır. Növbəti iştirakçılar cütlüyünü sizə təqdim edirəm. Diqqət ekranlara. Mən Nadir təcrübəmə, 6-cı hissimə və təbiiliyimə çox güvənirəm. Mən Sərxan səmimiyyətimə, insanlığıma və düzgünlüyümə güvənirəm. Maşın şounun ağsaqqalı kimi də, belə deyək, veteranı kimi demək istəyirəm ki, bir-birinizin sabah üzünə baxa bilmək üçün bir pərdə qoyun aranızda. Hər dəfə biz maşını aparan insanlar, hayda, buna qaldı maşın demişik. Mən heç vaxt dava eləmirəm, hələ ki məni sataşmasalar. Ayağımı tapdalama ki, başında oturmayım. Məhtəl qalırsan ki, yəni mənim neçə illəri tanıdığım insan bu qədərmi 2 saat ərzində dəyişə bilər, 2 saat bitəndən sonra yenə həmin adam ola bilər. O 17 nəfərin mən deyərdim ki, 15-inin üzərində əməyim var. Mən indiki deyiləm, mən artıq köhnələrdənəm demək olarsa, eskilərdən yəni. Elə eləməsinlər ki, sonunda haqqım sizə haram olsun deyil. Elə şagird ola bilər ki, müəllimlərdən güclü ola bilər. Mənim öz elədiyim hansısa bir işi mənim özümün boynuma qoya bilməyəcəksənsə, başqasının elədiyini mənim boynuma necə qoymaq olar? Başına gələn başmaqçı olar. Ayda, gör mən kimdən yan-yana durmuşam. Beləliklə dostlar, Nadir Qafarzadə, alqışlarınızla Nadir Qafarzadə şoya gəlir.
neçənci dəfədir ki, Nadiri belə təqdim edirik, Nadir gəlir. Fürsətdən istifadə DJ Çidanı bir alqışlayaq. Bizim davamlı musiqi təminatçımız DJ Çidan onsuz heç bir layihəmiz alınmır. Təşəkkürlər DJ Çidan. Dostlar, Nadir Qafarzadın hər dəfə belə dəvət edirik. Nadir həmişə gözəl əhval-ruhiyyə gəlir. Ən qalmaqallı iştirakçılardan biri də həmişə Nadir olur. Niyə Nadir, niyə? Əksinə mən salam, axşamınız xeyir olsun. Bayram münasibətilə təbrik edirəm. Respublika günümüz və Ramazanın gəlişinə təbrik edirəm hər kəsi. Mən əksinə 2 dəfə olmuşam. Ən sakit iştirakçı mən olmuşam. Baxmayaraq ki, adım qalmaqalçı çıxıb. Həm yadımdadır Nadir'in sakitliyi, o kadrlarda var. Kadrlarda var. İndi bu dəfə nə olacaq Nadir? Bu dəfə ola bilər dəyişiklik bir şey olsun. Çünki mən maşına görə gəlmişəm bu dəfə, çox iddialıyam. Çox iddialı. Atalar 3-dən deyir də. Üçüncü dəfə bəlkə Nadir aldı. Bəlkə Nadir apardı. Dostlar, alqışlarla Nadir Qafarzadə. Və növbəti qarşı durmanın tərəfi, bilmirəm Nadirlə mi qarşı-qarşı gələcək, ümumiyyətlə mi? İlk dəfə maşın şouda Sərxan Kərimoğlu alqışlarınızla. Sərxan Kərimoğlu. Hoş gördük Sərxan. Sərxan öz xarici görkəmi ilə o Qraf Drakulanı xatırlatdı mənə. Sanki gəlib bir qan içəcək buradan, qan içəcək. Kiminsə qan... Sərxan, xoş gördüyəsin. Necəsin, nə var deyə? Təşəkkür edirəm. Hər şey gözəldir. Bayramlarınız mübarək olsun. Burada köhnələr və təzələr. Maşında köhnə olmaq olar. Təbii ki, Murad Dadaşov varsa, demək maşın var. İnsanlar ora gəldiysə köhnələ bilər. Önəmlisi odur ki, sənətdə və təcrübədə köhnə olasan. Bizi nələr gözləyir? Oradan Tarix Əliyevdir, vay dədə. Buradan kimsə falan. Bizi nələr gözləyir dostlar, nələr? Bütün bunlar bir sabahdan artıq etibarən. Dostlar, xatırladıram ki, artıq sabah ilk şoumuzu tərk edəni görəcəyik. Sərxan, xoş gördük, uğurlar. Nadir, təşəkkür edirəm. Uğurlar, buyurun. Dostlar, mən yanılmaram desəm ki, bu maşın reality shows 14-cü sürətin heyəti unikal bir heyət. Unikal bir heyət. Hələ görəcəksiniz. Görəcəksiniz kimlər, nələr, nə baş verəcək burada? Bütün bunlar hər gün ATV telekanalının efirində 22:00-da hər gün axşam saat 10-da bizə baxın dərhal. Və mən bu müddət ərzində bizim dostlarımız sırasında qazandığımız bir qurum da var, bir şirkət də var. Artıq tanınmışları yığmışıq bir araya və Azərbaycanda bu müddət ərzində Bravo marketdən ümumiyyətlə Bravo şəbəkəsini kim tanımır? Hamı tanıyır. Xoş gördük bizimlə bərabər Natavan xanımdır. Natavan Əliyeva Bravo'nun meneceridir, bizimlə bərabərdir və böyük məmnuniyyətlə xoş gördük sizi də. Mən Bravo haqqında özüm bilirəm. Bu yaxınlarda oldum dostlar. Bu yaxınlarda mən kim olub Əhmədidə, kim olub Bravo'da? Dostlar, mən belə bir məkan görməmişəm. Həqiqətən bir yol gəldi, çox uzun da çəkmədi. 10 dəqiqə, 15 dəqiqə şəhərin mərkəzindən düz bir yolla, rahat bir yolla gəldik, çıxdıq Əhmədiyə. Orada bir anda belə bir təsvir yarandı. Mən unikal bir məkanda oldum, çox rahat bir yerdə oldum. Təşəkkür edirəm Bravo'ya və Bravo ilə əməkdaşlıqdan biz qürur duyuruq. Çox sağ olsunlar. Çox sağ olun Murad. Hər birinizi salamlayıram. Bütün iştirakçılara uğurlar arzulayıram. Murad, biz Bravo şirkəti kimi siz bayaq bizim hipermarket haqqında danışdınız. Düzdür, hipermarket tamamilə yeni və tamamilə fərqli alış-veriş təcrübəsidir. Yəni, inanılmaz böyük sahə, çox geniş çeşid məhsullar və 800 dayanacaq yer. Bir də vurğulamaq istəyərdim ki, Bravo hipermarket və Əhmədli metro stansiyası arasında çox məşhur, Çox çəkməz, bəli, çox yaxındılar, amma bir şey deyim, Natavan, canlı yayım əlbəttə, canlı var. Amma deyim də, yəni, biz orada olarkən həqiqətən, bax, sizin dediyiniz sözlər var idi, bu unikallıq və həqiqətən də ən yüksək standartlara uyğun şəkildə vallahi bilə mən şokdaydım. Mən bilmirdim ki, Azərbaycanda bu miqyasda bir alış-veriş məkanı var və onu da qeyd edim ki, Bravo'da mən xüsusi olaraq çox maraqlı idi ki, nəinki ərzaq məhsullarını, hətta geyimlər və unikal bir qiymətlər gördüm. Bəli, qiymətlər
vurğulamaq istəyərdim ki, bizim Bravoda çox aşağıdır. Yəni həm yerli, həm xarici məhsullar Bravoda çox aşağı qiymətlə bütün Sizin bir broşurunuzu gördüm Bravo ilə. Orada adi deyim də bir neçə qiymət var idi ki, məni vallahi şoka saldı. İndi mən düzdür bazarlıq o qədər də tez-tez eləmirəm, amma yumurtanın qiyməti 6 qəpiyə, o həqiqətli yoxsa yox? Bəli, yəni hal-hazırda siz Bravoya getsəz 6 qəpiyə yumurta tapa bilərsiniz. Ne bileyim. Bravo'ya o vakti o zaman yolumuzu tutak. Bravo, teşekkürler, minnettarız. Bu müddet ərzində biz iştirakçılarla beraber Bravo'da olacağız ve orada maraqlı bir vaxt geçireceğiz. Çok teşekkür ederim size, Nataman, minnettarım. Eminim ki şovumuzun qonaqları olacaq. Siz gəlib geleceksiniz. Ve sizi de bütün koleksiyenizi bayram münasibəti ilə tebrik ederim. Sağ olun, çok sağ olun. Bravo Givermarket ve Bravo Brandinə şəbəkəsində minnettarlığımızı bildirin. Çok sağ olsunlar. Dostlar, mən xatırladıram ki, bizim bu şovumuza baxanlar sırasında bugün ad günündə qeyd edən insanlar var. Mən qeyd etdim ki, 25 yaşını yubileyini qeyd edən Sima balamız var, Agil Emguliyev'in övladı. Mən bilirəm ki, daimi tamaşaçılar sırasında dostumuz, əzizimiz, çox sevdiyimiz Riyad bəy də var. 16 yaşını qeyd edir, biz Riyadı ürəkdən təbrik edirik bu münasibətlə. Böyük oğlan olsun. Şovumuza baxır ailəsiyle beraber ailesine de çoxlu teşekkürler bildiririk ve salamlar çatdırırıq. Dostlar, xatırladıram ki, bugün unikal bir gündür. Hem bayramdır, hem de şovumuzun iştirakçıları bir özlerini tanıyacaqlar. Beləliklə növbəti cütlük ve növbəti qarşı durma. Mən Vüqar oyunuma, imzama və Vüqarıma güvənirəm. Mən Pərvin, zəkama, özgüvənimə və qadın gücümə arxayınam. İçalatları ortaya çıxsa, onda onlar üçün böyük problem olacaq. Qazanmaq üçün yalan da danışmalısan, oyunda oynamalısan, üzə durmaq yalan yerə və biraz da hiləgərlik. Axırıncı yolla axıra qalmaq mənlik deyil. Mən istəmədən nəyisə deyib eləyə bilirəm və sonra bunun peşmançılığını çəkirəm. Sizə artıq dedik ki, mən zəif bəndəm. Haqqım yeyilərsə, təbii ki, pis olacaq. Deməli, o güclü rəqibdir. Real həyatda biraz aqressiv və tez əsəbləşə bilən, özündən çıxa bilən insana başqa cür olmur. Qılınc qalxanla ora gələn deyirəm ki, bu əslində biraz qorxulu oyundur. Öz oyunumu mən onsuz da həyatda oynayıram. Uduzmağı sevən insan deyiləm. Elə bilirdim mənim başıma gəlməyəcək, amma gəldi. Həmişə gəlib təcrübəsizlər, təcrübəliləri məğlub edir. Bizi yedizdirirlər, içizdirirlər, gezdirirlər, axşam da bir başımızı kesirlər. Çox sakit olaraq rəqibi məğlub edə bilərsən. Şans 18-də 1-dir. Mən orada əziyyət çəkəcəm, ona görə də maşın mənim olmalıdır. Beləliklə dostlar, qarşıdurmanın tərəfləri, alqışlarınız da buradadılar, bizimlə bərabərdirlər. Əziz dostlar, gəlsinlər. Vüqar, Vüqarlı. Sonuncu dəfə finaldan bir addım belə ayırdı Vüqarı. Bir addım Vüqar, necə oldu? Oldu da, bir də deyirəm xatırlam. Neydi səhvin keçən dəfə Vüqar? Səhvim inam. İnam, az idi. İnam, başqalarına inam. Başqalarına inanırdınız. Bu dəfə inanmayacaqsınız ki. Heç kimə. O vaxtdan inanmırsınız deyəsən, mən bir başa düşürəm. O vaxtdan inam qırıldı da bir dəfə. Amma inam gərək qırılmasın, hər şey yaxşı olacaq. Gəlin baxaq görək, sizə qarşı kim çıxır? Pərvin Abiyev alqışlarınızla. Əziz dostlar, mən yadımdadır ki, Pərvin Abiyevanı mən şəxsən dəvət eləmişdim Maşın Reality Showsunda. Bu da keçən dəfə baş verdi, səhv eləmirəmsə. Və yolunu səbirsizliklə gözləyirdik. Heç gizlətmirəm ki, Pərvinin gəlişini burada çox gözlədik. Hətta düşündüyü bir anda ki, alınmayacaq. Pərvinin çox gərgin bir iş cədvəli var. Bilirsiniz ki, maşallah, indi hər bir hansı filmi və digərini har an açsaz, hətta adam fikirləşir ki, soyudunucu və ütünü belə açsan, o zaman Pərvin oradadır. Pərvin hər bir layihədə iştirak edir, amma yenə də fərqli və özünə məxsus bir şəkildə. Pərvin, xoş gördük. Burada iştirak eləmək mənim üçün çox böyük fəxrdir. Mən də çoxdandır
bu sezonun başlamağını gözləyirəm. Çünki keçən sezondan artıq o həyəcan məndə yaranmışdı və yenə də çox həyəcanlıyam hələ də. Yəni baxmısınız da bu müddət ərzində Maşın Şouya. Təbii ki, hər bölümünə. İndi deyəndə ki, təcrübəsiz o qədər də mən inanmazdım. Mənə elə gəlir ki, baxanlar daha təcrübəlidirlər. Düzdür, kənardan izləyəndə insan daha çox təcrübə yığır, iştirak edənlərə nəzərən. Amma mən burada iştirak etməklə sırf öz daxili dünyamı insanlara çatdırmaq istəyirəm. Yəni, sosial şəbəkələrdən gördüyünüz insan tam fərqlidir, real həyatdakı insan tam fərqlidir. Çünki sosial şəbəkələr insanları aldada bilir. Nə bilim, mən səbirsizliklə bu sizin çatdırmanızı gözləyirəm. Mən də hamı ilə bərabər bu daxili dünyanızdan da tanış olmaq istəyirəm. Amma burada Vüqar qeyd elədi ki, inam artıq itib onda keçən dəfədə. İnam varmı sizə insanlara qarşı, dostlarınıza qarşı? Mən çox humanist insan olduğuma görə hər zaman inanmışam, hər zaman inanacam da. Və bəli, burada inandığım insanlar var. Okey. O zaman bu müsahibə qoy qalsın. Tek olsun. Tek olsun, bəli. Bu müsabiqə tarixdə qalsın. Bir də sonda qayıdacağıq və bu kadrları bərabər izləyəcəyik. Əziz dostlar, Pərvin Abıyeva, Vüqarlı. Buyurun dostlar. Hatırladıram ki, bu müddət ərzində şoumuzun bu şovlar ərzində belə deyərdim. Mən nəinki hətta şovumuza dəstək olan, hətta dostlar da qazandım. Belə yaşımızdakı dostlar qazanmaq çox çətindir, amma mən şadam ki, bugün dostlarım sırasında Fikrət Bayramov var, bizim dostumuz. Bu Greenwich saatlarının, Dükanlar şəbəkəsinin rəhbəridir və Fikrətlə biz bərabər nəinki sizə maraqlı, çox gözəl bir saatlar təqdim edir, yəni Greenwich. Hətta bizim şoumuzun əsas, bilirsiniz ki, vaxt burada çox önəmli bir şeydir. Vaxtımız Greenwich saatları ilə dəqiqləşir və Fikrət Bayramov buradadır. Bütün kollektivini, bütün Greenwichləri biz bayram münasibəti ilə təbrik edirik. Xoş gördük Fikrət, necədir işlər? Çox sağ olun Murad müəllim, sağ olun. Hansı kameradır? Kamera hansı çəkir bizi? Dostlar burada Fikrət. Fürsətdən istifadə edib hər kəsi salamlayıram, bütün iştirakçıları. Uğurlar arzulayıram həm iştirakçılara, həm də sizə Murad müəllim verirsiniz. Çox sağ ol Fikrət. Mən deyim ki, iştirakçılarla bərabər bütün maraqlı hədiyyələr, adətən deyirlər ki, saat bağışlayanda insanı vallahi elə bir uzaqlaşdırırsın. Amma biz sizin vasitəsində nə qədər saat bağışlamışıq, əksinə insanlarla daha sıx əməkdaşlıq yaratmışıq. Murad müəllim, artıq 3-cü verilişdir, biz sizdən bir yerdəyik. Biz bunu sübut etdik ki, saat bağışlamaqla hər şey uğurlu olur. Sağ olun, çox sağ olun. Ben bir daha xatırladım ki, dünya brendləri var ki, Azərbaycanda onların rəsmi nümayəndəsi məhz Greenwich'dir. O markaları digərlərdə görsəz, bilin ki, bu həqiqət deyil, bu düzgün deyil. Greenwich neçə artıq maşallah artır da ya, neçə brendi təmsil edirsiniz? 20 brendimiz var, bütün dünya markalarıdır hər brendlərimiz. 4 dükanımız var hal-hazırda. Bir də artıq yenilik saat.az saytından sifariş eləyib, dükana gəlmədən də sifariş eləyib evinizə ala bilərlər. Saat.az. Bu həmişə fikirləşib saat.az, bax bu Greenwich'e məxsus. Təşəkkür edirəm, çox sağ olun. Uğurlar. Minnətdaram ki, təşəkkür edirəm və bir daha xatırladım ki, saatlarımız yalnız Greenwich'dəndir. Qoy sizin də Greenwich'də bir saatınız olsun dostlar. Mənimlə bərabər bugün bu şoya görün nə qədər dəyərli dostlarım gəlib və xatırladıram ki, bizimlə bərabər bizim çok sevdiğimiz dostumuz, prodüser Zəhra Bədəlbəyli bizimle beraberdir. Dostlar, her işimizde Zəhra bizimle beraber, Zəhranın her işinde biz gəlirik. Ona göre ki, çok yakın dostluq, çok istediğim bir insandır. Zəhra, xoş gördüksən əziz. Çok sağ olun, çok sağ olun. Ben çok şadam ki buradayım mən bugün və sizinlə bu bayramı qeyd eləyirəm. Hamını təbrik eləyirəm və sizə böyük uğurlar. Çox sağ ol mənim əzizim. Bilirsiniz də Zəhra həm mahnı yazır, həm gözəl ifaçıdır, həm şeir yazır. Ümidvaram ki, bir də mahnılardan biri də bizə də həsr eləyər. Dostlar, bizimlə bərabər qeyd etdiyim kimi iştirakçılar, hətta bax bu belə deyim, rəngarəng, hər zaman geyimi ilə fərqlənər, amma ilk növbədə qəlbi ilə fərqlənər bir dostumuz. İllərdən bəri çox sevdiyim, yaxşı tanıdığım, mənim Hacı Nuranla həyatda çox maraqlı bir əhvalat baş verib mənim həyatımda. Bir dəfə övladımla bağlı bir problem yaşadı. Uşaq bir problem yaşadı, yəni bir iş oldu, başımıza gəldi. Həmən gecəni ailəmlə bərabər bütün gecəni səhərə kimi xəstəxanada bizimlə qalan məhz bax bu şəxs idi, Hacı Nuran. Onun böyük qəlbi ürəyi. Hacı, xoş gördük Nuran əzizim, şadam səni görün burada. Necəsən? Şükür Allah, çox sağ olun. Axşamınız xeyir olsun. Hər kəsi təbrik edirəm. İştirakçıları da, bütün tamaşaçılara da bayramımız mübarək, Ramazan bayramımız da mübarək. Mən ilk növbədə Nuranı burada görəndə sevinirəm, əlbəttə heç şübhələnmirəm. Heç mən
Şübhəm yoxdur, Gök hər zaman bizimlə bərabərdir və yeni layihəsi ilə bağlıdır. Təbrik edirəm ürəkdən. Bu yeni layihə əminəm ki, yaxın müddətdə bizim çoxlu insanlara kömək olacaq. Artıq başlayıb yeni layihəmiz. İnşallah gələn şənbə günü ATV kanalında yayımlanacaq həyat verilişi. Ümumiyyətlə yeni bir həyat fondu yaradıldı. Bildiyiniz kimi artıq biz müalicəyə ehtiyacı olan insanlara köməkli göstərəcəyik. Çox rahat bir yolla, hər hansı bir mobil operatorla 999 yığmaqla siz hər hansı bir insana 50 qəpikdən 9 manata qədər köməkli göstərə bilərsiniz. 999 yığırsınız. Sonra orada səsli mesaj gəlir. Ya 0-ı basırsınız, ya 1, 2, 3, 9-a qədər. Hansı məbləği istəyirsiniz, siz o məbləği köçürdə bilərsiniz həyat fonduna. Sonra həyat fondu insanlara köməkli göstərəcək və kim müraciət eləmək istəyir 999-a SMS vasitəsilə problemini yazıb göndərə bilərlər. 999. Təşəkkürlər əzizim, minnətdaram hocam. Çox sağ ol. Həmişə niyyətidir, hara ünvanın ora. Minnətdaram əzizim, çox sağ ol. Və çox illərdən bəri sevdiyim dostum mənimlə bərabərdir. Tural Əsədov. Mən ümumiyyətlə hesab edirəm ki, aparıcılar gələn yaraşıqlı olsun. Mən yox, Tural. Tural kimi olsun, Tural. Tural, şadam səni görüm. Mən hər zaman açıq deyim, sir açım, balaca sir açım. Həmişə deyirəm ki, mən elə istəyərdim ki, bir şoumuz olsun və onun aparıcısı mütləq Tural olsun. Mən bir prodüser olaraq aparıcı qismində mən səni görmək istəyirəm. Uğurlar olsun əzizim, çox şadam ki, bizimlə bərabərsən. Çox sağ ol ki, gəlmişsən. Tural Əsədov, alqışlar. Dostlar, bu işin bilirsiniz də arxasında nələr dayanıb, nələr. Bu işin arxasında gözəllik dayanıb və bu gözəlliyi təmin etmək o qədər də asan iş deyil. Bir şəxs var ki, indi təqdim edəcəm, heç kim inanmayacaq ki, bu işin dalında, arxasında bir zərif xanım dayanıb. Amma bu həqiqətən də belədir. Məhz bu xanımla tanış olandan sonra mən başa düşdüm ki, bəli, bu iş mütəxəssisidir və işini əla bilir. Biutek, təşəkkürlər. Biutek yazılır ha. Bay Elnara Rəhmət. Həmən Elnara Rəhmətova bizimlə bərabərdir. Elnara, xoş gördük sizi. Necəsiniz? Yaxşıyam, sağ olun. Hər vaxtınız xeyir. Mən şadam ki, ilk kəs bu şouda iştirak edəcəyik biz. Və təbii ki, iştirakçılara kameralar qarşısında gözəl görünməyə kömək edəcəyik. Mən minnətdarım sizə. Bilirəm ki, Elnara xanımın işi, komandası, yəni televiziya işində siz təcrübəlisiniz. Mən bilirəm ki, Türkiyədə böyük bir layihələrdə çalışıblar. Ümumiyyətlə, Biutek Azərbaycanda çox tanınan bir brenddir. Əlbəttə, hamı tanıyır. Maşallah, səhv eləmirəmsə, neçə salonunuz? 6 salon. 6 salon var. 6 Biutek salonu var. Bəli, mərkəzi yerlərdə, çox yaxşı yerlərdə, çox tanınmış yerlərdə insanlar gəlib orada bir zövq alırlar. Mən əminəm ki, böyük komandanızla bərabər sir açıram. Burada 6 salonla bərabər 7-incisi də bizdə açılır. Maşın Realisi Şousu studiyasında Biutek, Elnara xanımın komandası xüsusi bir məkan açıb. Bütün iştirakçılarımızın gözəlliyi Biutekdən qoy. Sizin də Biutekdən bir... Mən bilirəm ki, bu müddət ərzində Biutek o qədər müasir şəkildə fəaliyyət göstərir ki, digər salonlarda bilmirəm necədir, amma sizdə hətta telefonda xüsusi bir application da var. Bizdə Androidlar üçün bir də App Store-dan siz qurğularımızı yükləyə bilərsiniz. Oradan da tam olaraq bütün kataloqlara, price'lara, qiymətlərə oradan baxıb, ya da ki, sifariş elə ən yaxın zamanda bizdə onlayn da yazılar hər də qeydiyyat oradan keçəcək. Onu yükləyərək təbii ki, siz artıq bu işə qatıla bilərsiniz və qeydiyyatdan keçib salonlarımızda xidmət ala bilərsiniz. Təşəkkürlər Elnara xanım, çox sağ olun. Biutekə minnətdarıq dostlar, sağ olun, var olasınız və Biutekin komandası artıq sabahdan fəaliyyətə başlayır bizdə. Mən bir nəfəri burada gördüm dostlar. Onun adı Orxan Məmmədovdur. Orxan, xoş gördünüz. Salam, necəsiniz? Dostlar, bax bu cavan şəxs isə çox tanınmış internetdə baku.ws saytının rəhbəridir, ideya müəllifidir və yaşadanıdır. Mən bilirəm ki, Baku.ws saytı bütün bu müddət ərzində bizimlə çiyin-çiyinə çalışan bir qurumdur, bizim dostlarımızdır və ilk dəfə də hətta deməzdim ki, incimişəm, yox əslində, amma hardan tapdınız bizim ilk görüntülərimizi, mən onu başa düşə bilmirəm. İlk görüntülər sizdən çıxdı. Hardan çıxdı onlar? Artıq bizim işimizdir, hər dəfə ekskluzivlər tapmaq. Təşəkkür edirik ki, bizə dəvət eləmişsiniz. Sizə uğurlar arzulayırıq. Çox sağ ol. Dostlar, mən minnətdaram. Baku.ws, minnətdaram əzizim. Çox tanınmış simalar var burada. Gəlin alqışlayaq dostlarımızla bərabər. Talih Yüzbəyev aktyor və çox tanınmış bir sima. Talih, xoş gördük. Mən ümumiyyətlə istəyərdim ki, bir maşın da keçirim.
bu müddət ərzində adət edən bilirsiniz də bizdə kimlər olur? Müğənnilər, tanınmış simalar falanlar, amma maşallah indi bizim internetdə fəaliyyət göstərən simalarımız bütün məşhurları keçib, ötüb keçib. Siz də artıq çox populyar bir simasınız. Düşünmürsünüz ümumiyyətlə maşın şouda iştirak etmək haqqında? Ümumiyyətlə maşın şou mənim ən xoşladığım şoulardan biri, lap birincisinə Qaqa vaxtından baxdığım şoulardandır. Əlbəttə, yəni xoş olardı. Niyə də yox, niyə də yox. Hər halda bu dəfə baxın diqqətlə, görün nələr başlayacaq. Məşq edeyim biraz. Məşq eləyin. Əziz dostlar, minnətdarım. Tabii xoş gördük orada. Mən çox şadam ki, bizimlə bərabər tanınmış simalar, aparıcılar, hamısı bərabər. Necəsən, nə var, diyor? Sağ olun, siz necəsiniz? Bayramınız da mübarək. Minnətdaram sizə. Yeni maşın şounun yeni surətində də bütün dostlarımıza uğurlar arzu edirəm və mən əminəm ki, sizin sözünüzə qüvvət, heç gözləmədiyimiz adam maşını aparacaq. Kim? Kim? Onda o zaman kim? Türkan Məhəmmədova, xahiş edirəm, Prime Time, kim? Siz show biznesi yaxşı bilirsiniz. Yeganə xanım buradadır, Zaxanova. Xahiş edirəm, Yar xanım buradadır. Siz show biznesi yaxşı bilirsiniz. Əzizlərim, kim sizcə? Bax, bu ən az adı çəkilənlər sırasından. Aksana Rasulova. Mən Toliki dəstəkləyirəm. Əminəm ki, o aparacaq maşını. Tarix, sizi də hamını mən gəlin bir simayla da sizi tanış edeyim. Çimnaz Sultanova dostlar. Bakın görün kimler geldi bizim şovumuzda. Çok tanınmış simalar, sevilen simalar. Çimnaz, mən çok isterdim sizi hətta maşında görüm ama nedense bu defa alınmadı. Bəli. Ergin iş cədvəliniz deyəsən səhv. Bəli, ilk öncə mən dəvət aldığımıza görə çox sağ ol, çox təşəkkürümü bildirirəm. Amma həqiqətən də bizim Vicdan Haqqı serialımız sonuncu bölüm çox çətin qrafikdə işləyirəm. Həqiqətən də mən razılığımı vermişəm, amma bəli. Çox təəssüf, amma ümidvaram ki, hər halda mən biri başlaşım, yavaş növbəti maşın heyəti yığılmaqdadır. Hər halda biz bilərik ki, növbəti maşın üçün kimlər var, kimlər yoxdur. Dostlar, yaxınlaşacağım, hamı ilə danışacağım. Burada Murad Əzimzadə də dayanıb, şadam səni görməzdim. Rəvan dayanıb dostumuz və bir şovumuzda iştirakçısı. Bir neçə saniyədən sonra reklamlar başlayır, çox çəkməz. Qarşıda durmanın digər üzvləri isə qarşınıza gələcək. Baxın diqqətlə, çox çəkməz reklamlar. Dostlar biz bərabərik və bu reklam fasiləsi vaxtı artıq söhbətlər burada gedir, müxtəlif məsələlər qaldırılır və mən şadam ki, bu şouda biz yəni artıq iştirak etmiş insanlar bölüşürlər yeni xəbərlərlə. Mən fürsətdən istifadə edib bir daha bütün bugün təşrif buyuran qonaqlarımıza təşəkkürümü bildirirəm. Mən bilirsiniz ki, qonaqlarımız sırasında bizim çok sevdiğimiz ifaçı Azad Şabanov da var. Azıcık hoş gördük seni. Azad'la bir sene görüşeceğiz. Ben Azad Şabanov'u da inşallah maşın şovda görmek istəyərdim. Niye de yok. Dostlar, fürsətten istifadə edib bir daha bugün birinci dəfə bir start vermişik. Ona göre məlumatlar, xəbərlər çox olacaq. Mən bizim şovumuza dəstək olan şirkətlər sırasında bir belə deyim də müxtəlif növ yaxşılıq bəxş edən Go Sport dükkanlar şəbəkəsinə öz dərin təşəkkürümü bildirirəm. İdman malları. Mən Go Sport'a düzdür, indi xarici görkəmdən bəlkə sizi qədər olmasam da indi bilirəm ki, peşəkar idmançılarsınız. Amma Go Sport'ta nəinki idman malları, həmən digər malları da tapmaq olur. Emil Cooper, Go Sport'un rəsmisi bizimlə bərabərdir, xoş gördük. Hamınızı salamlayıram, iştirakçılara da uğurlar arzulayıram. Bəli, Go Sport Azərbaycanda nömrə 1 idman malları mağazası. Bizdə çox bol çeşid, deməli, məşhur dünyanın brendlər bizdədir. Nike, Reebok,
Azərbaycan Qosportu maşallah hamı tanıyır. Qosportu tanımayan yoxdur. Mən çox şadam ki, Qosport bu müddət ərzində bizim iştirakçılarla bərabər olacaq və biz hətta Qosportla bərabər xüsusi təlimlər də keçəcəyik. Xahiş edirəm təqdim edin. Kim keçəcək təlimləri? Mən keçəcəm, Əli Muradov. Əli Muradov, dostlar alqışlarla. Hörmətli iştirakçılar, baxın görün nə olacaq elə. Çalışıcı bu şou dözümlük üzərində qurulub. Çalışıcı iştirakçıların dözümlük səviyyəsini qalxızaq və onların fiziki durumunu optimal vəziyyətə çatdırmaq. İnşallah. Təşəkkürlər. Go Sport'a minnətdarıq və xatırladıram ki, Go Sport'un qonaqları olacaq və biz Go Sportçularla bərabər bütün sizin böyük şəbəkənizin heyətin əməkdaşlarını ürəkdən təbrik edirik bayram münasibətilə. Minnətdarıq ki, bizimlə bərabərsiniz. Go Sport bizim seçimimizdir. İdman mallarını Go Sport'tan alalım dostlar. Minnətdarıq. Çox sağ olun. Qarşı durmanın növbəti iştirakçıları Bakın görün kim gelir? Aktörler, simalar üz üze gelir. Dikkat ekrana. Mən Fərda beynimə, yaraşığıma və boyuma güvənirəm. Mən Elcan ağırlığıma, statusuma və kəndimə güvənirəm. Biri var qarşı durma, biri var qarşı durma. Məndə ikinci variant olacaq, çünki bu tip qarşı durmalarda balacalar əl-ayaq altında qalır. Ay köhnələr, o belə deməyim var ha. Manadoy Dembel olmalıdır da, olmadı ki, illərin verən ağsaqqallar var orada. Mən Əli İsmailovla finalda vuruşmuş adamım. 57-7 deyirdim ki, yer orqanizmdə bir ehtiyac hiss eləyər, çıxar, özüm yatdım, qurban ol vallahi. Boş ver bu da geçer. Aparın. Ağır ocaqlar tanıyıram ki, çox adamlar həlvarları kəşf eləmir. Gedim saçımdan zaddan, dırnağımdan kəsb qoyacam ora, duam eləyəcəm, sıxıb gələcəm. Nə maşında, nə maşından düşəndə, nə yanacaq doldurma məntəqəsində, nə evdə yalan danışmaq lazımdır. Ehtiyac olsa, yalanın atasını danışacam orada, şaxını. Final mərhələsində xəyanət gözlənilir. Bir halda ki, sənət adamlar da var içində. O adamı qismət olsa o maşının bagajına, olmasa da hələ ki kreditdə bir maşını var, onun bagajına qoyub aparıb özün başı salacaq. Hələ sən o dövüz ama gözdə deyərlər, xəbər eləyərlər. Dostlar, mən bəlkə də, həqiqətən mən bunu deməyə bilmərəm. Bu ən və ən mürəkkəb bir qarşıdurma olacaq. Ümumiyyətlə bu heyət. Belə heyət hələ yox idi. Fərda Amin gəlir dostlar, alqışlarınızda. Fərda Amin. Əziz dostlar, Fərda Amin aktyor, aparıcı, amma mənim üçün ən çox yadda qalan maşının finalçısı və o yeganə maşın şouydu ki, 3 finalçının 3'ü də buradan maşınla getdilər. Yadınızdadır yoxsa yox dostlar? Bu alqışlara da oradan da dəyəcək bir hadisədir, xəbər idi. Bu hadisənin mən canlı şahidiydim əlbəttə. Təbii ki, hamımız onu xatırladıq və hətta deyim ki, Fərdə, ondan sonra finalçılar hələ ümidlə baxırlar ki, bəlkə kimsə bizə də bir maşın göndərdi. O maşının aqibəti nə oldu? Maşını o qədər verəcək var ki, qardaş. Vallahi elə maşını elə çıxan kimi verdi, apardıq cəmadın xərclərin, borclarını ödədik, qutardı getdi. İndi yenə də bir-iki dənə problem yaranıb, ondan bağlı burada. Yəni problem olan kimi gəl maşın şoya. Mənim üçün problem deyil. Tək burada bura kimi gələn bütün tanınmış simaları, bizi burada dəstəkləyən hər kəsi ayrıca salamlayıram. Xoş gəlmisiniz. Bir növdə ümidini sizə bağlıdır ki, bilən də indi haradasa lazım olsa dəstək olarsınız. Sponsorlar zatlar hamısı buradadır. Sabah birisi gün çıxacam ora ki, qardaş məni dəstəkləyim falan. Bir şeyə yanıb tökülürəm nəyə? Getmişəm maşın şoya görə alış-veriş eləmişəm idman paltarları. Hardan alsam yaxşıdır? Hardan? Qosportdan. O boyda da xərc çəkdim. Mən biləm ki, qardaşlar sponsordur. Onu sonra dəyişdiyi şeylərik də. Qardaşım. Dostlar, xatırladıram ki, Fərda Amin öz müsahibəsində qeyd elədi ki, nəinki yalan, yalanın elə atasını danışacağım mən burada. Oyundur da qardaş, oyun. Niyə də yox? Real beyinlərin savaşıdır və real həyatdır. Zaten məcburiyyət qarşısında çoxları yalan danışacaq, çünki oyundur bu. Biz oyunun bir parçasına çevriləcəyik. İndi düz danışanı çağıraq. Elcan Rəsulov söz verdi ki, düzünü danışacağım. Elcan Rəsulov.
Elcan, xoş gördük. Axşamınız xeyir olsun. Şükür bugünə ki, müstəqillik günündə Ramazan bayramını qeyd edirik. Ekran qarşısından tutmuş, burada ən birinci sırada dayanan hər bir şəxs salamlayıram. Qarşıda 18 və daha artıq günlər var. Yəni gördüyündə birbaşa finala və qalibiyyətə yaxınlaşır Elcan. Onu Fərda bilir və bütün iştirakçılar bilirlər. Yəni danışmısınız ki, Elcan aparacaq bu dəfə maşını. Düşünmürəm kimsə o riskə gedər ki, Elcanla mübarizə nəsə. o zaman əziz dostlar, xatırladıram ki, Fərda Amin, Elcan Əsulov şoumuzun iştirakçılarıdır. Xoş gəliblər. Bir gün, bəli. Çox rica eləyirəm, hər kəsdən üzr istəyirəm. Mən 15 günə yaxında oğlanlarımı görmürəm. Amin Mətinə buradan qucaq dolu salamlar göndərirəm. Allah bütün balaları qorusun, olmayanlara qismət olsun. Çox sağ olasın. Çox üzr istəyirəm. Aminə Mətinə deyirəm, ata 2 günə evdədir, narahat olma. Zarafatlaşa görə axırı nə olacaq? Axıra görə nə olur? Dostlar, biz maşın deyirik və maşın hətta yadınızdadır. Elza xanım, Seycanın bu məşhur bizim şoumuzda yazdığı maşın əsəri var idi. Yadda qalan əsər idi bu. Və maşının da hər dəfə maşın məsələsi qalxanda mən hər dəfə fikirləşirəm ki, bu maşın hansı maşın ola bilər, hansı ola bilər? İlk şoudan bəri biz bu şounu, mən bu barədə müsahibələrdə demişəm ki, mənim bu şounun yaranmasında ən böyük dəstək ilk olaraq məhz Nurgün Motors verdi vaxtı ikən. Və Nurgün Motors sayəsində biz ilk maşın şousunu keçirdik. O vaxtda maşın ümumiyyətlə şouya vermək, vallahi elə bir indi təyyarə istəsəm eyni dərəcəli bir şeydir. İndi sonradan yarandı. Hamı indi maşın oynadı falan. Amma 21 gün ərzində də, o vaxt 21 gün sürürdü. Bir avtomobil oynanıldı və o avtomobil, ilk avtomobil də məhz Nissan idi. Bugün də Nissan'dı və Nurgün Motors'un rəsmisi bizimlə bərabərdir. İlkin Qurbanov, İlkin bəy, hansı maşın gəlib və Nurgün nə gətirir bu dəfə? Təşəkkür edirəm Murad bəy söz verdiyinizə görə. İlk öncə mən sizi təbrik edirəm, iştirakçıları təbrik edirəm və ekran qarşısında bizi izləyən bütün tamaşaçıları təbrik edirəm. Çünki gün əlamətdar bir gündür. Xalqımızın şərəf dolu bir tarixi günüdür, Cumhuriyyət Respublika günümüzdür. Bugün münasibətilə hər birimizi təbrik edirəm və arzu edirəm ki, bayrağımız həmişə ucalarda dalğalansın, gün o gün olsun ki, Qarabağda, Şuşada dalğalansın. Amin. O ki qaldı şounun baş prizinə, bəli, doğru qeyd etdiniz. Nurgün Motors maşın reality şovu başlayandan sizlə çiyin-çiyinə addımlayıb, bugün də maşınla bərabərdir və biz bura ulduzların qatıldığı bir şouya Nissan'ın, innovativ marka olan Nissan'ın ən yeni bir modeli, hələ belə deyək də, salonlara, showroomlara təzə çıxan bir modeli ilə Nissan Kicks ilə qatılırıq. Avtomobil haqqında çox danışıb dadını duzunu qaçırmayacağım. Çünki deyirlər, 100 eşitməkdənsə bir görmək yaxşıdır. Mən hamını Nissan salonlarına dəvət edirəm. Qısaca onu deyim ki, kompakt crossover segmentinin qiymət və keyfiyyət nisbətini ən çox özündə əks etdirən, həm dizaynı, həm də komfortu, rahatlığı, ən əsası da qənaətçiliyi ilə fərqlənən bir avtomobildir. Alsaz peşman olmazsınız deyirəm, ona görə də hamını Nissan salonlarına dəvət edirəm. Nissan Kicks bizim əsas hədiyyəmiz olacaq dostlar. Bir neçə dəqiqədən sonra Nissan gəlir meydana. Nissan Kicks yeni bir məhsuldur, yəni Nissan'ın yeni bir məhsuldur və mən şadam ki, bu müddət ərzində biz davamlı bizim dostlarımızla buradayıq, hər zaman yaxşı bir hadisələr yaşayırıq. Mən maşın reality şousunda qalmaqallar gecəsi artıq sabahdan başlayacaq. Bugünə isə mehribançılıqdır. Görün, nə qədər gözəl insanlar bir araya gəliblər. Bax, Murad Əzimzadə də bizimlə bərabərdir. Murad, xoş gördük Əzim. Necəsiz? Təşəkkür edirəm, yaxşı olasınız. Bütün M Group Production ailəsini, xüsusən Murad Dadaşovu, Toğrul Məmmədovu və bütün əməyə keçən hər kəsi təbrik edirəm, uğurlar arzuluyuram və nə yaxşı ki, tamaşaçılara belə bir əyləncəni, belə bir şounu təqdim edirsiniz ki, tamaşaçılar istirahət edirlər. Çox sağ ol, minnətdaram Murad. Təşəkkür edirəm. Mən xatırladıram ki, bizim şoumuzun bütün müddət ərzində ATV telekanalında yayımlandığımız kanalda hər zaman çox maraqlı xəbərlərlə gətirən Murad dostumuzdur. Təşəkkür edirəm. Çox sağ olun sizə və kulis komandasına minnətdarıq. Dostlar, bu müddət ərzində bizim şoumuza qatılacaq bir brend də var və bu brend
Nikos brendidir. Türk istehsalı olan Nikos brendidir. Xoş gördük xanım, necəsiz? Xoş gördük. Təşəkkür eləyirəm. Mən də öz növbəmdə Nikos Cosmetics adından hər bir kəsi salamlayıram. Və bu möhtəşəm layihəyə dəstək olduğumuz üçün biz də çox xoşbəxtik və çox qürurluyuq bugün. Fürsətdən istifadə edib Nikos barəsində danışmaq istəyərdim. Mən bilirəm ki, Nikos barədə biz çox danışacağıq. Sadəcə mən xatırladıram ki, bugün təqdimat günündə biz sadəcə bir xatırlama verək. Bilək ki, nə var, nə yox. Bax, bu Nikos Cosmetics mən bildiyimə görə Türkiyə istehsalı, düzdürmü? Bəli, Türkiyə istehsalıdır və dünya standartlarına uyğun olan yüksək keyfiyyətli xam maldan hazırlanır. Bizi rəqiblərimizdən fərqləndirən əsas amil isə məhsullarımızın bitki və vitamin kompleksi ilə zəngin olmasıdır. Dərya qulluq vasitələri üzrə ixtisaslaşan Nikos brendinin əsas məqsədi hər bir müştərinin, hər bir alıcının sağlam dəri arzusunu reallaşdırmaqdır. Və sloqanımız da təsadüf olaraq seçilməyib. Nikos dərinizə dəyər verin. Nikos, dəyərinizə dəyər verin. Siz də Nikos'u artıq hər yerdə görə bilərsiniz. Mən bilirəm, Nikos'u görəm. Alın və həzz alın. Təşəkkürlər. Nikos, minnətdaram. Aynur xanım, çox sağ olun sizə və bütün heyətinizi bayram münasibəti ilə ürəkdən təbrik edirəm. Sağ olun. Biz təşəkkür edirik. Çox sağ olun, uğurlar olsun. Dostlar, hazırsınızmı? Növbəti cütlüyü çıxardaq mı ortalığa? Biləsiniz kimlər var, kimlər yox. Diqqət ekranlara, dostlar. Qarşı durmanın növbəti cütlüyü. Mən Elton soyuqqanlılığıma, uzaq görənliyimə və rəqabətə dözümlülüyümə güvənirəm. Mən Üzeyir, Allah Taala'nın mənə qismət etdiyi nəzərinə, məqamına və tamaşaçılarıma güvənirəm. Yenilər bu layihəni tərk edəndən sonra bir kurs müalicə də alırlar ona görə. Gözləməsinlər ki, çıxacam. Çalışacağam ki, bunlara tez reaksiya verməyim. Sakit olmağı bacarmalısın. Çox danışanda artıq zəiflik bildirirsən. Təkəbbürlü insan yönədə narahat oluram. Yenilər ondan da betərini yaşayacaqlar. Bir adam ki, mənim açıq-aşkar danışmağımı zəif qəbul edirsə, elə zəiflik o adamın üzündədir. Daimi konfliktlərdən qidalandığım üçün sadəcə yola vermək. Əlbəttə ki, bu qorxuludur. Səhv addımlar ata bilərsən. Gör, maşın şolarına qədər damğalar qoyur insanda və hər kəsdən özünü aşağı görməlisin. Məndə o görsənə də bilər, tamaşaçılar da görə bilər. Köhnə olmaq daha yaxşıdır. Kimlər ki, mənə inanmır, özümü onlara sübut edəcəm. Öz içində birinci özü məğlub görməlisən. O maşın mənə qismət olsun. Kişi kimi əqidəsi olan insanla qalmaq istəyirəm. Bu xasiyyəti saxlamaq üçün əlimi maşından çəkərəm. Beləliklə dostlar, beləliklə düşünün, baxın və ola bilsin ki, inanılmaz adlardır bunlar. Elton Hüseyn Əliyev şoumuzda vaxtı ikən çox hörmət bəslədiyim dostum Elton Hüseyn Əliyev və Elton bu şouda öz imzasını qoydu getdi. Çox maraqlı. Əlbəttə, hamımız bilirsiniz ki, Elton olduqca istedadlı bir insan. Mən Eltonu çox istəyirəm. Çox istedadlı bir insandır. Həm musiqi baxımından, həm nə bilim, aparıcılıq baxımından. Hər bir sahədə Elton'un meyxana deməyi, nə eşidəydiniz? Elton'un nə bilim, hər bir sahədə Elton doğrudan da istedadlı bir şəxsdir. Və şouda da o maraqlı bir strategiyasını nümayiş etdirdi. Elton, xoş gördüm, minnətdaram ki, dəvətimizi qəbul edib, yenə də iştirak edirsən və məncə maraqlı oyun gözləyir bizi. Çox sağ olun Murad bəy. Mən də ürəkdən hamını salamlayıram. Dəyərli qonaqları, dəyərli tamaşaçıları, bayramlar günüdür, gözəl gündür, Respublika günüdür. Hamını təbrik edirəm. Ramazanımız mübarək olsun. Bəli, ilk dəfə çağırdınız məni. Çox maraqlı oyun oldu və o oyundan sonra həqiqətən bir çox müddət özümə gələ bilmədim. Və düşündüm ki, bir də təklif alsam getmərəm, amma bu dəfə siz sağ olun ki, yenə də dəvət elədiniz. Bu səfər başqa duyğularla gəldim. Dedim ki, təcrübəliyəm də. Gedim yaxşı olar. Amma inanın ki, bayaqdan həyəcanlıyam. Gələndə avtobusda birincilərə ürək dilə verdim ki, narahat olmayın, nə olacaq? İndi görürəm birincilər mənə deyir, bəs nə oldu? Deyirdim, nə olacaq hər şey. Doğrudan da burada o gərginlik, həyəcan hər zaman var. Yəni, efirdən başqa görsənir, amma düşünürəm ki, bizi sabahdan çox gərgin bir oyun gözləyir. Təşəkkürlər. Bu gecədən itibarən artıq qruplaşmalar var. Elton, mən bir nəfəri də bura dəvət etmək istəyirəm. Dostlar, mən bu şəxsi bu şouya dəvət edəndə müxtəlif söhbətlər var idi, müxtəlif sözlər deyildi. Amma bir fakt deyim sizə. Mən bu ifaçı haqqında adı çox qalmaqallıdır. Ola bilsin ki, hər birinizin ona
müəyyən bir öz münasibətiniz var onun yaradıcılığına, onun mahnılarına və digərinə. Hətta bəzi yerlərdə, bəzi məkanlarda formata uyğun saymırlar bu şəxsi. Amma bir faktı deyim, məni çox təəccübləndirən bir fakt idi. Azərbaycan tamaşaçısı, dinləyicisi, bəli, ola bilsin kimsə indi deyəcək, əşi, mən yox, kim falan. Amma məsəl üçün dünya çapında, dünyada mövcud kanallar var. YouTube kanalı. Məsəl üçün YouTube'un işində heç kimin şübhəsi ola bilməz ki ya. Yəni bu elə bir yerdir ki, elə bir məkanda ki, pulla gəlib kimsə orada öz baxışlarını artıra bilməz. Bax, o kanalda əsl, belə deyim, müəyyən də o siz bildiyiniz və bilbildiyimiz, bəyəndiyimiz və ya bəyənmədiyimiz ola bilsin. Amma reyting oradaydı. Real reytinglər sırasında mən məsəl üçün YouTube kanalında izləmələri konkret sayıram ki, bu çox ciddi bir göstəricidir. Bax, orada bu insanın çox ciddi bir baxışları var, sayı etibarilə. Çox ciddi nailiyyətləri var. Və mən bu şəxslə tanış olandan sonra mən başa düşdüm ki, bu marağın arxasında sadə bir adam dayanmayıb. Çox maraqlı və çox dərin bir düşüncəyə malik olan cavan insan. Yaşından fərqli olaraq çox dərin bir düşüncə və əminəm ki, bu şouda siz onunla yaxından tanış olacaqsınız. Söhbət Üzeyir Mehdizadədən gedir. Alqışlarınızla Üzeyiri dəvət edən bura. Üzeyir, xoş gördük. Mən belə deyim də, bizi ola bilsin ki, üçümüzü bir səhnədə görmək çox çətindir. Hərənin öz formatı, öz sayəsi var, amma Elton da bu şouda ilk qatılanlardan idi və çox maraqlı bir oyun göstərdi vaxtı ikən. Və ona görə qarşı durma deyəndə mən əminəm ki, redaktorlar məhz onu seçdilər. Mən əminəm ki, Üzeyir də bura gəlib, çox maraqlı bir dünyası ilə bizi tanış edəcək. Uğurlar olsun. Üzeyir, qısaca bəlkə bir ürək sözlərin varsa. Mən öncə bizi izləyən tamaşaçıları və burada qonaqları salamlayıram. Respublika günü münasibətilə təbrik edirəm və Ramazan ayında onlara rahat oruç tutmaq arzulayıram. Uğurlar olsun dostlar. Bu sakitlik sabah görək nə olur. Təşəkkürlər. Üzeyir və Elton. Dostlar, alqışlarınızla mən xatırladıram ki, bizə dözümlük lazımdır. Dözümlük lazımdır və bu müddət ərzində dözümlüyü təmin edəcək. Mən bu yaxınlarda paylaşmışdım sosial şəbəkələrdə. Geri gəlmişkən bizim sosial şəbəkələrdə bizi də izləyin. Maşın reality showsunun sosial şəbəkə hesabları da var. Bu hesablarda həm Facebook'da, həm Instagram'da, həm də ki digər Twitter və hər yerdə varıq. Maşın reality showsunun bütün baş verən hadisələri hamısı bizim partnyorlarımızın saytlarında, APA Holding'in bütün hesablarında var və maşının öz hesablarında var. Diqqətlə baxın, ola bilsin ki, o backstage dediğimiz məsələlər var da, efirə düşməyənlər də var, onlar da orada olacaq, paylaşacağıq, mütləq xəbər edəcəyik. Dostlar, bu yaxınlarda elə öz sosial şəbəkəmdə bölüşmüşdüm. Bir telefon gəlib Azərbaycana, 140 neçə gün saxlayır? 143 gün. 143 gün ərzində öz şarjını saxlayır və bu 143 gün ərzində mən ilk dəfədir ki, belə bir şeylə üzləşdim. Philips telefonu diyor. Philips'dir və son deyil. Yəni 170 günə kimi saxlayan model də var. Bütün bunlar World Telecom'da. World Telecom bizim dostlarımızla uzun iller beraber bizimle çalışanlar. World Telecom her zaman bazarı yeni mobil və ümumiyyətlə elektron cihazları gətirir. Bu dəfə nə ilə gəlmişsiniz dostlar? Bizim də bu il yubileyimiz olacaq 20 il. 20 il. Və əvvəla istəyərdim təbrik edim hamını Respublika günü, bir də Ramazan ayı gəldiyinə bağlı və bütün iştirakçılara arzular, uğurlar arzu edirik. Əla, çox gözəl, təşəkkür edirəm. Bilirəm ki, sizdə də müxtəlif aksiyalar keçirirlər bu müddət ərzində. Nisiyə dəftəri bir aksiyası, bu da nə olacaqdı o? Nisiyə dəftəri aksiyaları, bir üstəgəl bir aksiyaları olacaq. Nisiyə dəftəri, yəni hissə ödənişlə. Aydındır, aydındır. Hər halda qarşıda gələn bayramlar da var. Bu bayramlarda yaxşı hədiyyələr vermək istəyirsinizsə alın və mütləq World Telecom'da bu hədiyyələri dostlarınıza, yaxınlarınıza ərmağan edin. Dostlar, reklamlar ATV telekanalında dərhal sonra son bir neçə cütlük qalıb onları da sizinlə tanış edəcəm və bu gecədən etibarən
biz bir mekana yollanacağıq. Oradan gruplaşmalar ilk qurbanını seçəcəklər. Diqqət, ATV-yə baxın. Dostlar, biz yenə də maşındayıq. Bizim maşın əhvalatımızın ilk günüdür, ilk təqdimat günüdür. Bütün bizim şoumuza dəstək olanlarla tanış olursunuz və bizim şoumuzda bugün bir bizim şoumuza dəstək olan və köməyimizə gələn insanlar əlbəttə ki, bizim dostlarımızdır və mən bu sırada xüsusilə dostlarımız sırasında, əzizlərimiz sırasında Pakdadı qeyd etmək istəyirəm. Pakdad restoranlar şəbəkəsi mən minnətdaram. Hər yerdə harada Pakdad gördünüz, həqiqətən də pak və dadlı yeməklər görəcəksiniz. Pakdad artıq bir neçə ildir bizimlə bərabər çalışır. Çiyin-çiyinə biz ümumiyyətlə dəstəkçilərimizi məhz illərdən bəri tanıdığımız insanlar sırasında seçirik və mən nə sevindirici bir haldır ki, tanınmış vaxtı televiziya siması, indi də tanınmış media siması Sima xanım məhz Pakdad adından bugün gəldi. Bizi Pakdadı təmsil edir. Xoş gördük Sima, necəsiniz? Çox sağ olun Murad, mən təşəkkür edirəm, yaxşıyam. Sizi bir daha təbrik edirəm bu uğurlu layihəniz münasibəti ilə. Çünki siz həqiqətən də həmişə yalnız keyfiyyətli və maraqlı layihələr təqdim eləməklə Azərbaycan teleməkanında tarixə bir iz salmısınız. Biz də Pakdad olaraq sizə bu işinizdə uğurlar, müvəffəqiyyətlər arzulayırıq və Pakdad haqqında qısaca məlumat vermək istəyirdim. 2008-ci ildə Türk mətbəxini sevənlər üçün yaradıldı və hal-hazırda bir restoranımız fəaliyyət göstərir. 3 fast food şəbəkəmiz də var. Bütün müsəlmanları biz oraya iftar süfrəsinə dəvət edirik. Münasib qiymətə, keyfiyyətli qida məhsullarından əgər istifadə etmək istəyirlərsə, mütləq və mütləq bizə müraciət edəsiniz. Yəni iftar süfrəsi xüsusilə dadlıdır və əlbəttə xüsusi bir təmtəraqla bəzənilir. Pakdadda bu artığı ala bilərik. Çox sağ ol. Minnətdarım Pakdada, bizim dostlarımıza təşəkkürlər. Çox sağ olsunlar. Çox sağ olun sizə də iştirakınıza görə. Mən xatırladıram ki, bugün şoumuzda biz hətta bu müddət ərzində elə bir məkanda yer almışıq ki, bu məkan açıq deyim, xüsusi zövqlə hazırlanıb və Azərbaycanda artıq bu yeri, bu məkanı çox yaxşı tanıyırsınız. Dostlar, mən xüsusi təşəkkürümü bildirmək istəyirəm Pullman otelinə, Otel Pullman Bakı və mən Pullman otelinin rəsmisi Gülnara xanım buradadır. Gülnara xanım, xoş gördük. Gəlin və mən Gülnara xanımla sizi tanış edeyim. Dostlar, Gülnara xanım, xoş gördük. Çox sağ olun. Necəsiniz? Çox sağ olun. Pullman'a minnətdarıq ki, Pullman oteli bütün iştirakçılarımızı 5 ulduzlu otel, 5 ulduzlu bizim iştirakçılarımızı qəbul etməyə hazırdır və bugündən etibarən bütün iştirakçılar bütün bu müddət ərzində öz rahatlığını məhz Pullman'da alacaqlar. Çox sağ olun ki, bizə bu fürsəti vermişsiniz və modern, lüks olan Pullman otelində sizin iştirakçılarınızı, məşhurlarımızı salamlayırıq. Əlimizdən gələn eləyəcəyik ki, çox gözəl servis, xidmət göstərək onlara. Mən artıq bugündən oradaydım və həqiqətən də çox gözəl Pullman brendi görürsünüzsə bilin ki, bunun arxasında keyfiyyət var və doğrudan da çox məsuliyyətli insanların bizə olan qayğısı var. Təşəkkür edirəm Gülhan xanım və bütün heyətinizi ürəkdən salamlayıram və təbrik edirəm bayram münasibəti ilə. Minnətdaram, çox sağ olun. Pullman'a təşəkkürlər. Dostlar, 2 cütlüyümüz qalıb. Baxın, görün kimlər gəlir dostlar. Maşın efirə girməyəndən öncə müxtəlif şairlər gəzirdi ki, kimlər olacaq, kimlər olmayacaq. Hətta elələri var idi ki, belə deyim də, yəni sadəcə maşın reality şousunda iştirak etmiş kimi özünü qələmə verirdilər ki, biz artıq heyətdəyik, amma o düz deyil. Düz olan burada olanlardır. Düz olan burada təqdim olanlardır. Diqqət, növbəti cütlük. Son cütlüklər qalıb, bu növbəti cütlük. Diqqət. Mən Səidəm, pozitivliyimə, sözü üzə deməyimə və sultanlığıma güvənirəm. Mən İslam, yuxusuzluğuma, dözümlüyümə, sağ əlimə, arxayınam. Mən bu mübarizədə kiminsə havası altında oynamayacağam.
idarə etməyi sevən adamam. Başçı kimi olmağı sevməmişəm. İstəmişəm işçi olum, özümü yaxşı göstərim. Mənim məqsədim var. Mən filan kəsi uzaqlaşdırmaq istəyirəm. Ola bilər ki, elə bir adam gəlsin ora ki, çox belə, nə bilim, rəbb adam məni çıxartsın oradan. Sakit duran adam deyiləm. Nəsə xoşuma gəlmirsə deyəcəm. Deyə bilərəm ki, gah sizinlənəm, gah onlara deyə bilərəm sizinlənəm. Axırda görəcəklər ki, yox, nə sizinlənəm, nə bizlə. Mənki düzdür. Və düzü də görsəm ki, əyənlər çox olsa, mən ona imkan vermərəm. İştirakçılar mənə yalvarsınlar ki, mən ürəklə istəməyim maşını olum. Yəni, o qədər ürəklə istəyirəm, bəlkə onlara qarşı maşını tutdum. Olmayacaqsa mənlə bərabər dostlar, Valçitsa kimi tək gəzəcəm. Əziz dostlar, hörmətli qonaqlar, onlardır. Seydə Sultan alqışlarınızla və DJ Çidanın təqdimatında. Oho. Yadınızdadır, Səidə finalda özü əlini çəkdi, getdi. Oynaya. Özləri əks edə. Səidə, hər halda sənlə müraciət edəcəm. İllərdən bəri tanıdığım insansan və Səidə həqiqətən də efirlərin belə deyim də ən qalmaqallı simalarından biridir. Harda gəlirsə, orada mütləq bir dava qırğın olmalıdır. Ya kimsə Səidəni başa düşmür, ya Səidə kimsə başa düşmür sona qədər. Nəsə baş verir və sonda nəticədə Səidəni həqiqətən də kimsə kənarlaşdırmaq istəyir. Səidə, elə bir hissiyat varmı ki, səni artıq kənarlaşdırmaq istəyirlər? Sən çıxanlar sırasında birincisən. Əslində, mənim fikrim bura gələndə, görünən deyim. Fikrim o idi ki, əvvəlki oyundayı kimi maşın olmayan dostum üçün köməklik eləyək. Yəni ki, bacarıramsa, qalacamsa, yaxşı köməklik eləyərəm. Amma bu gün evdən çıxanda mamam mənə qayıtdı ki, Səid, eşidirsən mən, deyirəm, daha keçən dəfəki oyun kimi dostuma zadva jest eləmə ya. Yaxşı, mama üçün udum maşını. Dedim, hə? Yaxşı. Ananın maşını sürə bilir yoxsa? Sürmür, amma sürərdən. Maşın olandan sonra nə var onu sürməyə? Təşəkkürlər. Seydə Sultan alqışlarınızla və Seydə Sultana qarşı gələcək bir sima da var. İslam Mehrəliyev. Aktör İslam Mehrəliyev alqışlarınızla dostlar. İslamı mən ümumiyyətlə, əlbəttə, televiziyada tez-tez görürəm. Hətta ki, filmlərdə tez-tez görürəm. Çox istedadlı bir şəxsdir, çox maraqlı bir şəxsdir İslam. Mən sadəcə fikirləşirəm ki, bu müddət ərzində İslam səni bu şouda, bu sənin səmimi münasibətindən, saf duyğularına həqiqətən də çox, baxmayaraq ki, yenə də hər yerdə istedad bir insan da hər yerdə var, amma çox belə deyim də, hardasa hətta üzr istəyirəm, hardasa sadəlövsən. Hardasa sadəlövlük var, çox sadədir, münasibətlərdə açıqdır. Mən ümidvaram ki, bu sənin səmiyyətin sənə problem törətməsin. Axşamınız xeyir olsun. Azərbaycan xalqını salamlayıram, burada olan tamaşaçıları salamlayıram. Hamınıza can sağlığı arzu edirəm, oruç tutanlara səbir diləyirəm. Bayramımız mübarək olsun, 28 Mart Respublika günü. Murad müəllim, sizə təşəkkür edirəm ki, Azərbaycanın nömrə 1 şousunda məni də adımı bu siyahıya salmısınız. Təşəkkür edirəm, var olun, minnətdaram. Çox sağ olun əzizim dostlar, təşəkkür ederim, çox sağ olun. Xatırladıram ki, İslam Mehrəliyev ilə son cütlüyümüz qalıb dostlar. Bu müddət deyirlər, bura gəl, ora gəl, bura gəl. Artıq bu paylaşmadan da hiss olunur ki, qruplaşmalar var. Dostlar, mən burada hər zaman olduğu kimi birinci televiziya çıxışımdan bu yana qədər, bugünə qədər bilirsiniz ki, xarici görkəmi dəyişmirəm. Mənim inandığım, etibar etdiyim və ümumiyyətlə mən bilirəm ki, məndən sonra çox adam gəldi, müraciət elədi və indi televiziyada gördüyünüz məsələn, onlarla insanlar, yüzlərlə insanlar məhz oradan geyinirlər. Eminent Modalar Evi, Hikmət Hüseynov, mənim dostum, çox etibar və çox sevdiyim bir insan, çox hörmət biz etibar etdiyimiz məkana nəinki bir geyim dalıcı, hətta bir ünsiyyət dalıcı da gəlirik. Çox gözəl bir heyət var. Eminent Modalar Evi'nin bütün komandasını, hamısını başta Hikmət Hüseynov olmaqla bayram münasibətli ürəkdən təbrik edirəm. Eminent'e teşekkürler. Her zaman çiğney, her zaman bizimle birliktedir. Çok sağ olsunlar, var olsunlar. Hikmet salamlar. Çok sağ olun dostlar. Ve şovumuz ərzində bizimle beraber olan dostlarımız sırasında Asvar şirketli nümayəndələri de buradadır. Hoş gördük sizi. Uğurlar olsun. Asvar bizimle beraber olacak bu müddət ərzi ve işleri hakkında məlumat vereceğiz size. Sonuncu cütlüyü size dəvət edirəm, burası size təqdim edirəm. Ve qarşı durmanın 16 nəfərini tanıyırsınız. Qalan ikisinde bakın, görün
maşının qarşıdurmasının son iştirakçıları kimlərdir? Diqqət. Mən Kənanın adıma, xasiyyətimə və dürüstlüyümə güvənirəm. Mən Səbuhi öz əzmkarlığıma, inadkarlığıma, hisslərimə güvənirəm. Yenilərdən başqa zəif bənd yoxdur. Mən çoxlarını qıcıqlandırıram nəyə görə? Udulası fiqur deyiləm də. Kim var yumuru tutuş-motuş, qum torbası deyirik də bizdən. Mən bu çəki ilə yəni oyun çıxardıram. Şu adamları da yəni üzlər görüb. Çıx bayrağa. Ki məni qapı arasında qoyacaq, çalışacağım onunla nifaq edeyim. 1. Yalan deyir. 2. Elə bir düz eləyir. 3. O qurbandır. Peki mən onlardan özümü çox ağıllı sayıram ona görə. Məndən də xəstələr var, tək mən deyiləm. Damara baxıb qan alırlar. Əsəb xəstəsinin vacib bir fiqurunu görürlər. Ola bilər ki, onların özü mən zəif bənd kimi istifadə edə bilərəm. Dəlisən, mən səni çıxartmayacam. Yox, biz qardaşım. Mən onlarla sırf mübarizə aparacam. Patron sizsiz. Pişik kimi ürəyim var. Qıcıqlandırır məni. Tər bastıyım məni. Hər şeyi qəbul etmək lazımdır, olduğu kimi. Dostlar, bu deməkdir ki, sonuncu iştirakçılar artıq müəyyən olundu. Beləliklə, avtomobilimiz də artıq qarşımızdadır və mən buraya Kənan Mahmudov, Kənan əmim və Səbuhi Xanlarovu dəvət edirəm. Kənan əmim alqışlarınızla və Səbuhi Xanlarov alqışlarınızla. Dostlar, Nadir Qafarzadə, Seyda Sultan artıq sevinirlər. Bilirlər ki, artıq şou onlar üçün başladı. Amma xatırladım ki, 2 şəxs gəlib qarşınıza. İllərcə tanıdığım, çox hörmət bəslədiyim və olduqca dostluqda etibarlı, sadiq bir insan Kənan əmim. Mən Kənanı bu şouya elə belə, yəni Kənanın gəlişi bura elə belə baş vermədi. Birincisi mənim şəxsi xahişim nəticəsində baş verdi. Sağ olsun. Sözümüzü yerə salmadı. Bir dost kimi yenə də öz sözünü dedi, öz jestini də göstərdi. Kənan, amma sənin bura gəlməyin mənim üçün ona görə də önəmlidir ki, azdır ki biz dostuq, azdır ki sən daxili təbiətindən, mənim ki düzsə düşür, biz bir-birimizdən çox gözəl, amma biz ruh dostlarıyıq hətta. Amma eyni zamanda Kənan o birinci ulduz adi iştirakçılarla gələndə elə birinci iştirakçılar aslında birincisi elə Kənan idi. Kənanla başladıq, ayağın yüngül oldu əzim. Ona görə də bugün də səni bura dəvət eləmişik. Adətən səni məni kimi insanları tez çıxardırlar şovda. Adətən belə olur. Düşünmürəm ki, buradakı insanlar üçün aqressiv hədəf sayılam. Niyə? Çünki xasiyyət baxımından enerjim pis deyil bunlara. Düşünmürəm məni çıxardarlar finala qədər. Amma çətin olacaq. Çətin olacaq, bəli. Və bir şəxsi də istəyirəm sizə təqdim edim. Dostlar, bu insanı siz yaxşı tanıyırsınız. İnternetdə, ümumiyyətlə, sosial şəbəkələrdə, digərlərdə Səbuhi Xanlarovun iştirakı ilə müxtəlif videolar var. Kimisə qıcıqlandırır, kimisə xoşuna gəlir, Amma sizə bir şey deyim. Mən ümumiyyətlə, mən elə belə tərifləmirəm evimin qonaqlarını, amma Səbuhi Xanlarov, siz də onu belə də olacaqsınız. Çox maraqlı birincisi təhsilin sahibidir. Çox savadlı bir cavan oğlandır. Çox maraqlı bir insandır həyatdadır. Və çox böyük bir həm yumor hissinə malikdir, həm də qəlbində, ürəyində dramatik notlar da var. Səbuhi, mən çox istərdim ki, Azərbaycan tamaşaçısı sizi başqa tərəfdən tanısın və ola bilsin ki, istəməyənlər bundan sonra istəsin. Uğurlar. Çox sağ olun. Çox sağ olun, var olun Murad mənim. Sizə öz təşəkkürümü bildirirəm. Sağ olun. Allah kimə nəsib qismət edibsə, inşallah da qazacaq, inşallah. Çox sağ olun. Kənan əmim, Səbuhi Xanlarov və bu deməkdir ki, 18 şəxs artıq bilinir. Maşının 14-cü sürəti. Dostlar, mən vallahi billahi indi mən deyəcəm, amma siz özünüz görürsünüz. Bu inanılmaz heyətdir.
Mən özüm sona qədər inanmırdım ki, siz hamınız bir araya gələ biləsiniz. Amma siz gəldiniz. Fərqli insanlar, fərqli düşüncələr. Amma 18 nəfərin bir avtomobil uğrunda mübarizəsi artıq başlayır. Dostlar, bizim bütün yayımımızı ATV telekanalına görə, ATV telekanalına minnətdaram yayımı təşkil etdiyinə görə. Amma məhz Delta Telekom olmasaydı, Delta Telekom şirkətinin əməkdaşları, Delta Telekom şirkətinin rəhbərliyinə öz dərin təşəkkürümü bildirəm. Delta Telekom çox sağ olsunlar ki, bizimlə bərabərdirlər. Bizim bütün yayımızı keyfiyyətli onlar sayəsində biz həyata keçiririk. Çox sağ olsunlar. Mən öz təşəkkürümü Promote şirkətinə bildirirəm, hansı ki, bizim internet sayəsində saytlarımızı həyata keçirir, o layihəni həyata keçirir. Çox sağ olsunlar. Və əlbəttə ki, bugünkü təntənəli gecəni, hər hansı bir gözəl gecəni Orli servisi olmadan həyata keçirmək mümkün olmazdı. Lali xanıma, Xəqani müəllimə və Orli servisi bütün heyətinə hamısına təşəkkürümü bildirirəm. Dostlar, çox sağ olun. Kənan əmim mənə deyir ki, evdə bilmirlər ki, mən buradayam. Evdən çıxanda deyəsən ATV telekanalının televizorları söndürdünüz, hə? Kənan əmim buradadır, narahat olmasınlar. Və mən bildiyimə görə, iradəsinə görə deyəsən çox qalacaq. Dostlar, hazırsınız yoxsa yox? Xahiş edirəm, maşın ətrafında yerlərinizi alın. Təşəkkürlər. Dostlar, avtomobil üzərində onun örtüyü var. Bir neçə saniyədən sonra hamınız görəcəksiniz ki, bu avtomobil nə avtomobildir və o deməkdir ki, qısaca olaraq qaydaları xatırladıram. Avtomobil örtüyünü yavaş-yavaş açaq. 5, 4, 3, 2, 1. İlk dəfə Azərbaycanda Nissan Kicks alqışlarınızla qarşınıza gəlir. Nissan Kicks avtomobili bugün iştirakçılarımız və şoumuzun oyuncularının əsas hədiyyəsi olacaq. Dostlar, gəlin əllərimizi qaldıraq. Məşğul olmayan əlimizi qaldıraq dostlar. Və qısaca olaraq yenə də xatırlama verim. Dostlar, oyunun qaydaları belədir. Hal-hazırda iştirakçılar bir əlini avtomobil üzərində qoyurlar. Və bugündən etibarən, bu saniyədən etibarən iradə, dözümlük və nə bilim, bir istək mübarizəsi başlayır. Dostlar, 18 nəfərdən yalnız biri bu maşının sahibi olacaq. Maşın reality şousunda maşın üzərindən 50 sonuncu götürən qalibdir. Bu şouda birinci yox, sonuncu qalib olur. İndi bu iştirakçılardan hansısı şounun qalib olacaq? Siz bunu görəcəksiniz. Hər gün, hər axşam ATV telekanalında M Group Production'ın təqdimatında maşın reality şousuna baxın. Biz başladıq. Maşın 14, qarşı durma. İştirakçılar, Fərda Amin. Əllərinizi qaldırın və əllərinizi qaldırın, xahiş edirəm və yavaş-yavaş 5, 4, 3, 2, 1 əllərinizi qoyun maşın üzərində. Xüsusi səslə biz şoumuza başladıq. Beləliklə, iştirakçılar və onların səs verməsində iştirak etmək istəyənlər. Beləliklə, diqqət. Aksana Rəsulova. Bir yazıb göndərənlər, ekranlarda artıq nömrələr var. Yazın, göndərin və siz də Aksanaya dəstək olun. Cavad Rəcəbov. Cavad Rəcəbov 2 yazıb göndərin. Cavad Rəcəbov bax, maşının arxasında dayanıb, deyəsən elə hamını yola salıb, özü tək qalacaq. Cavad Rəcəbov. Agil Emquliyev maşının ətrafındadır. Agil Emquliyev qarşınızda və Agil bugün övladının 25 yaşını bax burada bizimlə bərabər keçirir.
Azər Zahid. Azər Zahid tanınmış televiziya aparıcı. Televiziya aparıcısı Azər Zahid qarşınızda budur. 4 yazıb göndərin və Azərə dəstək olun artıq bugündən etibarən. Tarix Əliyev. Tarix Əliyev. 5 yazıb göndərənlər tarixi bu dəqiqə burada dəstəkləyəcək. Tarix gülür və ola bilsin ki bu gülüşün arxasında nələrsə var. Artıq hazırlaşmış bir plan var. Təranə Qumral. Təranə Qumral. Maşının qarşısını kəsib heç kimi qoymayacaq ki maşını geçsin buradan. Nadir Qafarzadə. Nadir Qafarzadə budur, maşının ətrafındadır. Budur Nadir Qafarzadə və Sərxan Kərəmoğlu öz övladları ilə bərabər gəlib, amma iştirak edəcək yalnız tək özü. Vüqarlı da şovumuzdadır. Öz beyaz giyimi ilə artıq heç müğənnilərdən də seçilmir. Maşallah. Vüqarlı qarşınızdadır. 9 yazıb göndərərsiniz və Vüqara dəstək olarsınız. Pərvin Abıyeva. Pərvin Abıyeva şovumuzda çox xanımlar, çox az sayılı xanımların bir nümayəndəsi və çox yaraşıqlı bir xanımız, aktrizamız. Fərda Amin yenə də finala qalmaq niyyəti ilə şovuya qatıldı. Fərda Amin qarşınızda. Ona qarşı çıxan bir nəfər də var. Elcan Rəsulov. O da maşını iddialıdır. Gözəl görkəmdə o da maşının bir tərəfini artıq öz qarşısını bağlayıb və heç yerə qoymayacaq sərbəstin avtomobil. Elton Hüseyin Əliyev alqışlardınızda dostlar. Elton təcrübəli iştirakçıdır və bilir işi. Üzeyir Mehdizadə ilk dəfə iştirak edir və Üzeyir Mehdizadəni hamımız alqışlayaq. Artıq Üzeyir tərəfdaşlarını da belə başa düşürəm tapıb. Seydə Sultan. Seydə Sultan qarşınızda. Bəli, budur. Seydə Sultan qarşınızda. Seydə artıq enerjisini cilovlaya bilmir. İslam Mehrəliyev. İslam Mehrəliyev. İslam Mehrəliyev aktyor. Həm rejissorlardan, həm aktyorlardan bəlkə dəstək gözləyəcək. Bu qruplaşma artıq var. Kənan M.M. Kənan Mahmudov. Kənan Mahmudov qarşınızdadır. Artıq doğmaları bilir Kənan hardadır. Kənan maşın dalıcı gəlib, amma eyni zamanda burada öz mübarizəsini göstərəcək. Dostlar və nəhayət Səbuhi Xanlarov. Səbuhi Xanlarov sonuncu adı çəkilir. Bəlkə də özü də sonuncu qaldı. Dostlar, əlbəttə bu bir məşq idi. Necədir, əliniz rahatdırmı yoxsa yox? İndi gəlin keçək əsas məsələyə. Həqiqətən şovu mən bu saniyədən sonra başlayacaq. Bizə xüsusi bir səs var. Aha. Bu səs şovunu bitəndən sonra hamımız avtomobil üzərində əlimizi qoyacaq və bu səs start verəcək şovunun başlanmasına. Biz rəmzi olaraq əlbəttə sizi bugün dəvət elədik. Artıq sınadınız əllərinizi. Bu təqdimat günündə bütün bizə dəstək olan sponsorlara öz dəri təşəkkürümü bildirirəm. Çox sağ olsunlar. Minnətdaram hamıya. Və xatırladıram ki, bu günlər ərzində bizim həm iştirakçılarımız da, həm sponsorlarımız da, həm də onların maraqlı təqdim etdiyi məhsullarla siz yaxından tanış olacaqsınız. Maşın reality şovusu öz vaxtını və öz sürətini çox iri addımlarla başlayır. Dostlar, mən bir daha xatırladıram. İnanın mənim səmiyyətimə. Mən hələ inanmazdım ki, bu heyət bir yerə toplaşa bilər. Bu, doğrudan da yuxusuz bir gecələr olacaq. Gün orta çalışın, yatın ki, axşam bizə baxasınız. Maşın 14 başladı. Qarşı durmanın ilk gecəsini bərabər keçirdiyimiz, bizimlə bərabər keçirdiyiniz üçün minnətdaram. Təşəkkür edirəm. Biz başlayırıq. Sabah saat 10'da ATV-yə baxın. Sağ olun.